Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günleri e, Beyin Mühendisliğine qarşı Türkçə əski kitablar proqramının 361-ci bölümün Allahın lütf və kərəmi ilə başlayıram. Görək ki, bu günləri 361 ayın 14 avril 2026-cı ildir yox. Görək ki, bu günlərə hangi kitab şansımıza gəlir, o kitabı açaq və ondan faydalanaq. Download bölümündən və bunlardan gedək aşağıda. Dünən bir ciddi kitaba rast gəldik, geçmiş gəlsə də. Onu çox da oxuya bilmədik, yəni oxuduq, oxumağına çalışdıq əlbəttə. Tərcüme-i Risale-i El-Fəqratul Neymiyyə adı ilə bir kitab idi. O da yox, onu da gene oxuduq. Amma bir kitab açdıq, adı Hüseyn Dil. Nə demək idi? Oxuduq da bir şey baş tapmadıq. Şu kitab konusu nədir? Oraya yetmədik. İlla ki, deyək, bir hikayə idi, bir dastan idi. Başlanmışdı, amma biz onu axirəcən getmədik, görək nədir? Bəli, Hüseyn Dil mənzum, bu kitab şeir, nəzm, qəsidə və habelə şeydən mürəkkəb olan bir kitabdır. Və 476 il bundan öncə biz bu gördüyümüz nüsxə yazılıbdı, əlimizdə olan nüsxə, onu gördük. Bir dənə gedək, indi bir ayrı siyasi kitab açaq. Əgər səhv eləmirsən, bir dənə də baxaq burada. Behcətil Fətava. İki kitab açaq, görək ki, bu günləri şansımıza nə cür bir kitablar çıxacaqdır. Əvvəl kitabı kitabxanada görək, bundan da izafi kiçikləşmirmiş. Onun üçün də biz görək ki, kitabı fikirləm görmüşük. Bu kitab mənə çox tanış gəlir. Nəhəcid Məsluki fi Siyasətil Muluk adı ilə bir kitabdır. Bu kitabın əla bir kitab olduğunda şəkk olmayacaqdır. Çünki kitabın cildi əvvəl göndür. Gönün üstündə basma pres ilə qızıl sütunlar dörd tərəfində var. Yəni iki dənə ən azından haşiyəsi var. İki dənə böyük haşiyə, balaşiyə deyirlər, məhsəlanlar. Eyni halda ulduz və ayla, yəni Türkiyənin bugünkü bayrağı və Osmanlı bayrağı ilə bu haşiyə nəqqaşlanıbdır, nəqşələnibdir. Yenə də qızılla çox ciddi bir kitab görünür. Kitabın içini açırıq, görürük salimdir, şükür olsun. Və burada birinci səfədə görürük Süleymaniyyə kitabxanasında saxlanılır. Və burada ehtimalən yazıcı da kimdir, onu da görə bilirik. Bir dənə də möhür vurublar. Əlbəttə üstdə də iki dənə möhür var, amma biz o iki möhürü görə bilmirik nədir. Ehtimalən o iki möhürün biri burada vurulubdur. Birinci səfənin yazının başında boş yer var imiş ki, orada bir nəqqaşi çəkilsin ya bir şey çəkilsin. Onun yerinə vurublar. Amma tüm rəngi çox imiş, həm arxa səfiyyə çıxıbdır, həm bu birisi səfələrə yapışıbdır. Cəlibdir ki, aynı möhrü həman səfədə ikinci dəfədə bu qırağa vurublar, bu tərəfə vurublar, bunun əksi bu tərəfə düşübdür. Yəni çox bir qeyri elmi bir davranış, qeyri-insani bir davranış. Əcəba bu kitabxanadandır, ya hardandır, onu əlbəttə möhrü oxumaq olar və tapmaq olar. Kitabın əvvəli Bismillahsız başlanır. Məncə bu boş yer ki qalmışmış, o kitabdan ötürdür. Kitabın əski olmağını görürük. Bir dəlil budur ki, bu əski kitablarda səfhələrin rəngi dəyişirdi.
hamısı ağ olmur. İnsanın gözü əziyyət çəkməsin deyə belə bir yol axtarıb tapmışdılar. Çünki biz hər halda bilirik ki, işıq gəlir deyir səfiyə və səfədən bizim gözümüzə qayıdır. Bu nə qədər işıq çox olsa, belə göz əziyyət çəkir. Hətta miqreni olanlar insanlar, onlar ki miqrenləri vardır, bilələr, bilməyələr bu bərəsə mübtəladırlar. Yəni onların gözlərinə bu telefondan gələn işıq, ya bu çıraqdan, yadan lampadan gələn işıq, gündən, pəncərədən gələn işıq, bunlar bu gözdən gedir beyinə və beyində ağrı icad edir. Migren buradan olur. Yəni bu işığı hər nə qədər biz azalda bilsək, o qədər migren bizdə az olar. Bu o zamanlar bunu düşünüblər. İnsanın gözünə bu ağ səfədə çox işıq gəlir. Onun üçün səfələrin rəngini tez-tez dəyişdirirdilər ki, insanların gözünə ya oxucuların gözünə insanlar əcib təcrübələri varmış, yəni. O təcrübəni saxlırmışlar və onun üzərində işləyirmişlər. Bunun üçün də görürük kitabın bir səhifəsi əlan burada sarıdır, bir səhifəsi kamil ağ deyil, qırmızıya maildir. Yəni qırmızılığı var səhifənin. Və burada bir səhifə, bir vəraq gedəndən sonra bir vəraq ağ idi, bir vəraq sarı, bir vəraq ağdır, bir vəraq qırmızı, bir vəraq ağdır, o birisi iki vəraq ağdır, bir vəraq qırmızı və sarı və qırmızı və sarı, ağ, qırmızı, sarı beləsi davam edir. Bu birinci kitabın üzündən görürük. Bu kitabı Nühəcc Suluki fi Siyasətil Muluk PDF bunu 84 səhifə göstərir. Ki cild ilə bərabərdir və bilirik kitab deyəndə, yəni cildi də onun kitabın içidir. Onca bu 94 səhifədə, 84 səhifədə PDF bunu bizə göstərir. Səhifələrə görürük, yazını görürük. Yazı çox bir, bundan bir şəkil çəkin birinci səhifədən, çox bir özəl əlyazma ilə yazılıbdır. Buna tay bir kitabı bir neçə cələsə bundan öncə bu xəttə yaxın bir xətt ilə oxumağa çalışdıq. Çox da zəhmətli bir mənim üçün, mənim savadım olmadığı üçün bu əlyazılarda da əsla xoşum gəlməzdi bir zamanlar. Amma indi oxumağa çalışıram, öyrənməyə çalışıram. Bu yazını görürük. Çox özəl bir yazıdır. Səhifənin üç tərəfin, desək hətta iki tərəfin, bəlkə baş tərəfin və səhifənin eşik tərəfin açıq qoyubdur yazı yazmağa. Aşağı tərəfində də yazı olmaq olar, amma bu qədər, yəni yer qoyublar. Bəzi kəlmələri ya cümlələri qırmızı rənginə yazıblar. Hətta o sarı səhifədə, indi görək ki, qırmızı səhifədə nə yazılır, o da önəmli olacaqdır. Bəzi kəlmələri gərək yazaraq, üstündə, başının üstündə bir qırmızı xətt çəkiblər ki, bəlli olsun nədir. Ağ səhifədə də aynı cürdür, dövrəsində çarçivəsi filanı yoxdur, heç bir cizgi və cədvəl çəkilməyibdir. Qırmızı səhifədə, mən burada görmürəm ki, bir ayrı rəngdə yazılmış olsun, qırmızı səhifədə qərə yazılıbdır, amma ehtimalən midatla yazılıbdır, ya bir başqa bir şeylə yazılıb, üstündən, yəni, bəlkə də abi ilə yazılıb, bəlkə. Çünki bu qərədən fərqli. Beləsi deyə bilirəm. Qırmızı səhifədə abi ilə yazıblar, ya da qırmızı səhifədə olduğu üçün abi görünür rəng. Mən bu rəhlərdən baş tapmadığım üçün ki, məsələn, kağızın üstündə bir rəng ilə yazsaz, onda nə təsir qoyar, nə etki buraxar o rəngin üstündə, onu bilmədiyim üçün bunu deyə bilmirəm. Amma burada ağ səhifədə qərə yazılıbdır, sarı səhifədə qərə yazılıbdır, bir də qeyd ora. Amma qırmızı səhifəyə gələndə məncə sürməyi dediyimiz, ya da qərədir, amma sürməyi görünür mənə. Bəli, ortada bəzi kəlmələri görürəm ki, elə bir ki, midatla yazıblar. Yəni, qərədir, amma fərqli qərədir. Biraz midati qərə deyirlər İranda. Midat qərəsi, o cür bir qərədir. Bəzi kəlmələrin də üstünə, başı üstündə qərə xətt çəkiblər, çünki qırmızı yaza bilməyəcəkdilər. Sadəcə ondan
istifadə ediblər. Hər səhifədə bunun bir səhifələrində xətlərin sayaq görək ki, neçə dənədir? 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 25 dənə. Hər səhifədə 25 sətir var. Sətirlərin əvvəli və sonu təqribən bir xəttədir. Yəni tamam sətirlər bir xəttədirlər və düz də yazılıb. Yəni dediyim kimi ehtimalən bunun bir şablon deyirlər indi, bilmirəm türkcə adı nə olur. Yəni bir ayrı kağızın üstündə xəttləri çəkirlər, qoyurlar bu kağızın altına, aşağıdan üstdən düzəldirlər ki, şey olmasın, onun üstü ilə görsənir, onun üstü ilə yazırlar, xətt düz gedir, o başdan çıxır. Bu beləsi bir vəziyyətdir. Və bir də bu ki, yazanda, yəni bunları gördüyüm üçün deyirəm, yazanda buna görə ki, məsələn, sol səhifəni yazır, bu sağ səhifəyə əl dəyməsin deyə və onun rəngi, təri buna dəyməsin, adamın əlinin təri o rəngiyə, taza yazılan rəngə qurumamış ya qurumuş onu qatmasın deyə bura məmulən bir kağız qoyarlar. Ya bir, məsələn, mən gördüyüm xətkeş qoyurdular qalin əllərinin altına ki, əl onun üstündə dursun, dayanmasın kağaza, onun üstündə yazsınlar. Amma kağız qoya bilirlər ki, o kağaza dayansın, o yazıya dayanmasın. Gözəl, yəni bu özü bir şey idi. Neçə səhifədən sonra kitabı PDF-in 9-cu səhifəsində, yəni 17-ci səhifədə desək, yetişirik bir yerə ki, orada qonuları yazır. Sarı səhifədə qırmızı yazıbdır, dedim qırmızı da xətt çəkibdir, onu da görürük. Yenə burada ağ səhifədə yaşıl rəngdə görürük. Yəni həm yaşıl rənglə kəlmənin başı üstə xətt çəkibdir, həm də yaşıl rənglə, qırmızı rənglə və qərə rənglə yazı yazıbdır. Bunu da beləsi görürük. Sarıda da aynı yaşıl rənglə yazıbdır, bunu da burada görürük. Bu səhifədə bəlkə də o oradakı dedim qərədir, qırmızıda bəlkə yaşılmış yazılırmış. Mən onu qərə görürmüşəm. Burada da aynı yenə ehtimalən yaşıldır ki, qırmızının üstündə yazılıbdır. Mən onu biraz qərə görürəm. Ehtimalən burada farsda deyirlər ki, təsiri mətn bər haşiyə, haşiyə bər mətn, rəng bər mətn. Rəng belə bir şey deyə bir incə sənətdə bəhslər də gedir. Biz də qazetəçilikdə biraz azdan çoxdan bunları oxumuşduq, amma o qədər də bu bizim indi əlimizə şey vermir, yəni işimizə, dərdimizə dəymir işimizdə. Əlbəttə ki, teorik olaraq dəymir də, əməldə adamlar bunları təşxis verirlər ki, bu xətt bu kağızda yaxşı görsənmir. Özəlliklə sosial şəbəkədə bir əks üzündə yazıb paylayanda o göstərir ki, hangi rənglə yazanda mətndə yaxşı görsənir, ya pis görsənir, ya gözü qamaşdırır, ya oxunur, ya oxunmur. Bunları orada təşxis vermək olur. Kitab təəssüflə 24-cü PDF-də 24-cü səhifədə ehtimalən cırılmışmış, ehtimalən yəni %99 deyəlim, ya cırılmışmış ya da bir müşkül gəlmişmiş, ayrı bir yapışqanla bir kağızı yapışdırıblar, belə görünür ki, o səhifə qalsın, amma əcəba bu yazının üstünə düşüb ya yox, ehtimalən bəzi yerdə bəzi hərflərin üstünə düşmüş olsun. Bu üzdə də görürük ki, o səhifə cırığımış. İçəridən elə bir əlinə belə kəsiblər, cırıblar. Onu təzəşdən o cürsi yapışdırıblar. Bu üzdə görsənmir, cırıq görsənir, amma o üzdə kamil o kağız görsənir. Kitabı burada da bu birisi səhifədədir, yenə aynı vəziyyətə bənzər. Əlbəttə bu da cırıq deyil, ya da cırıq olsa yarısı cırıqdır. O birisi tərəfdə bəlkə yapışdırıblar. Yəni kitabın bu birisi üzündə bəlkə yapışdırıblar. Hər halda burada görsənir ki, bu kitabın başına bir bəla gəlibdir. Özəlliklə Şirazə tərəfdən kitabın dibi cırılan kimi görünür. Neçə səhifə beləsidir və davam edir. Çox əl yazması çox əla bir əl yazmadır. Qonusu Nəhəcül Muluki fi siyasətil Nəhəcül Məsluki fi siyasətil Muluk. Fikirəm bunu görmüşəm mən. Yəni ad mənə tanışdır, kağız da mənə tanışdır. Əl yazma dediyim kimi biraz çox zordur bunu oxumaq. Bəlkə
inşallah beynimin və gözümün xatirəsində qalmış olsa ki, bu xətti əgər oxumuş olsaq, oxumağa bəlkə mənə yardımcı ola, bunu oxuya bilək. Bəzi yerdə şeir idi ehtimalən, ərəbcə ola bilər, ya onların əvvəlində 3 dənə virgülü bir-birinin üstündə bir damcı kimi eləyibdi, qoyubdu. O bəzi yerdə onu da gördüm, onu da deyim ki, bu kitabın bəzi yerlərində su gəlib. Məsələn, bu səfhə qırmızı səfhə imiş, su gəlibdi və rəngi qatışıbdı, qırmızılığı dəyib bir-birinə, amma öncədən belə imiş. Çünki yazı üstündə yazılanda o şey olmayıbdı. Yəni su gəlməyibdi. Çünki onda əgər su gəlsəydi, bu qərələr də qatışardı. Öncədən bunun rəngi biraz qatışıbdı. Bunun üstündə yazıya bir xəsarət dəyməyibdi. Sətirlərdə yenə də aynı vəziyyətdə bu səhifədə odur, qırmızı səhifə aynıdır və kitabın sonuna yetişir zahirən. Ən sonda kitabxananın möhrü, bir səhifə qalanda axirə kitabdan bir tarix kimi bir şey gördüm mən. Gedək burada baxaq görək ki, nədir bu? Əcəba, bunun axirindən biraz oxuyaq, bir neçə sətr qalanı qalsın. Deyir ki, 3-cü təbəqə əhalisi kəsir və hər əsrdə əmsali mövcud olu yığından اوصاف و احوالleri beyan eden müstefiddir etizarini bast eyle. İş bu kitap vazifeyi temmenevis xatten belə bir şey yazıbdır. Əgər oxuya bilsəm. İş bu kitab latifeyi نویس ختام و شیرازه احتمالاً سیرازه بند اختتام شیرازه بند اختتام olmuştur. Rahmetullah aleyhi rahmeten vasiə. Əsər xami Əhməd Ratib. Kitabın adını feylən bu cür şey yazıblar. Biz də onu yazaq. Yazıblar ad Nühəcil مسلوکی فی سیاست الملوک. Kitab əsər-i xami, əsər-i xamə deyəndə ehtimalən, yəni yazan budur. Yazar, ehtimal mən verirəm, yazar Əhməd Ratib. Tarix əgər bunu oxusaq, fi 27 oxunmur nədir? 48. Yenə də tarix kamil oxunmur. Gedək görək bu kitabın əvvəllərindən bir qəraini taparıq, şəvahid taparıq. Bu kitabın yazarı kimdir, nüsxədir, əslidir, onları bir tanıyaq. Əvvəl burada görək ki, min kütübi əsləm السید الحاج احمد راتب حریری زاده en kütübi ya kendi Kılıç Divan Humayun'dan en kütübi mən qılınc oxuram, amma yəni nöqtəsizdir. Bunlar çox oxuyuram, heç birisinin nöqtəsi yoxdur. O özümdən oxuyuram. Qılınc Divani Humayun nə? Qəfərə ləhuma. Mən bunu oxuyamam. Qəfərə ləhuma 2 nəfər olacaqdır. Kimdir? Min kütübi Əs-Seyyid Əl-Hac Əhməd Ratib Həririzadə. Ehtimalən bu Əhməd Ratib Həririzadənin Əhməd Ratib aşağıda möhr vurubdur. Əs-Seyyid Əhməd Ratib 1200 ehtimalən 47-dir. Möhrün üstündə belə bir şey görsənir. 1200 mən 47 görürəm. 37 də oxumaq olar.
Möhrü tarixi, möhür tarixi, yəni üstündəki möhür vurulubdur. 1237. 1237 Hicri yazaq. Əhməd Ratib yazıbdır. Amma burada yazıb min kütüb Seyyid Əl-Hac Əhməd Ratib Həririzadə. Bunu da yazaq burada. Əhməd Ratib Həririzadə ehtimalən elə bu olacaqdır. Çünki möhrü burada vurduğu üçün adda da axır yazılsın. Yazar da budur ehtimalən. Ən kütübü nə qılıc oxusaq Divanı Humayun. Qəfərə ləhuma, həm Humayuna, yəni o ikisinə, Seyyid Hacı Əhməd nəvənə ona, onlara. Əlbəttə burada bir tarix qoyubdur, amma mən yenə oxuya bilmirəm. 27 fi 27 axırda neçə idi? Bu axırı necəsə 48, o da görsəndi, bəli. 27 filan 28, bunu mən bunu axırdakından bir əks salsam, bu kitabın oradan bir əks salsaq bizə bir yaxşı bir şey verə bilər. Biraz bunu kiçildim. Tamam, buradan bir əks salaq. Bu iki dənəni gedək buradan. Mən fikirlərim bu kitabı oxumuşam, amma neyniyək? Yəni bir də oxumasının zərəri yoxdur. Kitabla daha çox tanış ola bilərik. Kitabın səhifələrini sürətlə əgər eləyə bilsəm, bir edit eləsəm, ikinci səhifəni də aynı vəziyyətdə iki dənə bu kitabdan səhifə edit eləyirik və yaxud ki, bu ChatGPT və bunu oxusunlar, görək bunun haqqında nə deyirlər. Əcəba Copilot burada var idi. Mənim Copilot görək ki, upload eləyə bilərik iki dənə. Tamam, bu bizə görək bunlardan nə deyəcəkdir. Onun yanında ChatGPT-yə də bir bunu verə bilirik ki, bunları bir müqayisə eləmək lazımdır əslində. Ona görə bu işi görürəm. ChatGPT məşğul olsun. Əlbəttə sürətinə getdi, elə biri hazırdır, o birisi də hazır olan kimi. Bunu da göndərək, ChatGPT məşğul olsun və bu tərəfdən biz gedək. Gemini Flexibility neydi? Onu da əgər tapa bilsək yaxşılar. Görək o nə deyir? Perplexity. Perplexity. Perplexity'yə də qoyduq. Bu 4 dənə əslində AI-a bunları göndərdik. Bunu verməmişik ki, sizin cavab yazsın. Bizə bu kitab haqqında bir məlumat versələr, bunu dəyişdirək. Bu niyə beləsi getdi? İngiliscə yazdı. Türkcə Osmanlıca yazar mısın? Osmanlıca ve tarihleri de Hicri ile yazar mısın diye bunu copy eləyək, göndərək bura. Hər şeyi buradan hərəkətdir. Bu perplexity'ni itirdik.
ChatGPT-yə baxsaq, görək ki, bu yazıbdır, okey, bu yazıb zehnində saxlayıbdır, bu saxlamayıb zehnində. Hafizə deyək, zehni deməyək. Zehnlə hafizənin o qədər də fərqin bilmirik biz. Mən bilmirəm, yəni biz deyəndə. Bu qədər şəkilləri analiz edər misin və onda yazılanları xülasə olaraq mənə yazar mısın? Bunu da beləsi görək ki, o birisi nə olur? Bu yazdı. ChatGPT yazıbdı və Copilot də yazdı. Tamam, Copilot görək nə yazdı? Bəhlinin səfəli Türkcə, görürsünüz burada məsələn bəhlini B ərəb əlifbası ya türk ərəb əlifbası 50'sini Latin ərəbdən, yəni Azərbaycan Cümhuriyyətində işlənən əlifba ilə yazıbdır. Türkcə, Osmanlıca və hicri tarixləri ilə yaza bilərəm. Sən hansını, tamam, bu yenə məndən soruşur ki, deyək ki, tamam, geçsin bu da olan Copilot də geçsin axtarsın. Zahirən biz gərək elə bu şey ilə işləyək, yəni Gemini ilə işləyək, məncə daha şey yazır. Bu əl yazma nüsxələrinin özəlliklərini və tarixlərini Türkcə, Osmanlıca istilahlarla birlikdə aşağıdakı kimi özətləmək olar. Nüsxənin ümumi tanıtımı. Bu vərəqlər Osmanlı türkcəsində yazılmış önəmli bir kəlami, əxlaqi və siyasi əsərə aiddir. Yazı üslubu baxımından nəsr xəttinin təmiz və ustaca yazılmış bir örnəyidir. Tarix və katib folyoların sonu. Nömrəli şəkildə mətn sona çatır və burada əsəri yazan və ya köçürən şəxsin adı ilə tarix qeyd olub. Katib müəllif əsəri Xami Əhməd Rasibdir, Rasib deyil, Ratibdir. Tarix mətnin altında açıq şəkildə 1274 hicri ili qeyd olub. Hardan gördü bunu? Beləsi təşxis verdi. Mən bunu təşxis verə bilmədim. Burada 1274 harada gəlir? Yekəldaq səfəni görək ki, bu 1274'ü hardan gətirdi? Bu fi'dir, 27, 74 yoxdur burada yəni. Burada Əhməd Ratib, onu oxuduq. 48 və 27. Fi 27'ye, məsələn, bir dana ayın əvvəl hərfləri ola bilər. Mən ayları bilmədiyim üçün indi deyə bilmirəm ki, bu məsələn 2 dana vav kimi görsənir. Bir dana beləsi bilmirəm. 48. Bu sənəyi 48 də hətta deyə bilirik. Məsələn, bu da sənədir, amma belə bir şey mən görmürəm. Ola bilər bu bir şeydir, amma 48 görürük. Burada bu tarixi özündən yazıb. Yəni beləsi bir şey yoxdur. Hicri ili qeyd olunur. Miladi qarşılığı belədir. Vəxfiyyə və kökəni möhürlər. Şəkillərin kənarında qırmızı mürəkkəblə vurulmuş bir möhür görünür. Bu möhür nüsxənin haradan gəldiyini göstərir. Darülfünun mədrəsələrindən Seyyid-i Şəhərli mərhumun kitabxanəsindən universitetə hədiyyə olunmuşdur. Belə bir şey yazıbdır. Mən bunu görmədim. Möhürə baxaq, görək ki, qeydaq səhifənin əvvəlinə, yəni kitabın əvvəlinə, görək bu kitabın əvvəlində belə bir möhür görə bilirik ya yox. Bu yüzdəki dedik, o yüzdə vurulubdur, rəngi çıxır. Bu yüzdə biz də bunu oxuduq. Süleymaniyyə kitabxanasında saxlanır. Möhürdə o cür bir şey yazılmaz, yəni normalda və oxunmur. Zaten bu əslən oxunmur. Darül hüquq məsələn oxusaq bunu ki, oxunmur. Darül hüquq
müdərrəsitələrindən Seyyid Şəhri ehtimalən o Seyyid Şəhrisinin adını oxuya bilibdir. Mən oxuya bilmirəm. Hər halda belə bir möhür vurulubdur. Nə cür bunu oxuyubdur? Mən oxuya bilmirəm. Seyyid Şəhrili oxunmur. Yəni qalanı oxunmur. Universitetdə görsənir. Ehtimalən Hövləyə universitet olubdur, amma qalanı oxunmur. Yəni bunu deyim ki, beləsi bir vəziyyətdədir. Mən oxuya bilmədim möhrü, amma bu beləsi bir şey oxudu. Bəlkə də buna fiili halətdə %1 etimad edərəm mən. %1. Deyir ki, Darülfunun, mən orada Darülfunun görmədim. İstanbul Darülfunun Universitesi mədrəsələrindən Seyyid Şəhirli bir alimin şəxsi kitabxanasından universitetəyə bağışlanmışdır. Bunu əvvəldəki ilə deyil. Yəni əvvəldə bu kitabın burada bir yazı var idi. Bununla bir gəlmir. Yəni bu Əhməd Ratibin kitabxanasından onunla bu möhür cür gəlmir. Amma ola bilər ki, bir nəfər bunu yazıbdır, Əhməd Ratib bunu yazıbdır və sonra bunu satıbdır ya şey eləyibdir. Bu da ola bilər. Daha görək nə deyir. Mətn içəriliyi, mövzu. Mətnlərdə köklü bir dini, fəlsəfi dil işlənib. Xüsusilə həqaiq, mərifət, sultan və xilafət kimi kəlmələr tez-tez keçir. Bu da əsərin ya bir nəsihətnamə, siyasətnamə və ya bir təsəvvüfi kəlami risalə olduğuna işarə edir. Qırmızı yazılar, sərlövhələr. Qırmızı ilə işarələnmiş bölümlər ya ayədir. Ya da yeni bir bölümün başlanğıcıdır. Məsələn, 343-cü şəkildəki qırmızı ayədə və mə xələqtul cinnə vəl insə illə liyəbudun onu gətirib. Nəticə. Burada nəticə yetişdi. İstəmirik nəticəni bizə qəzavət versin. Görək bu nə deyir? Bu göndərdiyin iki təsvir, bir əlyazma kitabın müxtəlif səhifələrindən indi baxırıq ChatGPT-ləridir. Və mən bunlara əsaslanaraq bəzi mühüm nöqtələri ərz edirəm. Bir, xət və kitabət xüsusiyyətləri. Yazı umumən nəsx təliq arası, nəsx meyilli təliq görünür. Huruflar açıq, oxunaqlı və mədrəsə elmi mətni xüsusiyyətinə malikdir. Satırlar münəzzəmdir, sətirlər. Bu da bunun istinsaq, katib tərəfindən nəql olduğunu dəlalət edir. Mən də bunu nəzərimə gəlir, çünki katib yazında məmulən çox qələt olar, üstündə qələt yazılar. Hətta mən özüm məsələn gündə yazı yazıram, yazı yazında görürsünüz ki, bir çox kəlməni üstünə xət çəkirəm, gedirəm. Məzmun və mühtəva. Mətnidən görünən ibarətlərə görə həzrət, vəzifə, həqiqət, nəsihət, riyazət kimi kəlmələr çoxluqdur. Bu mətnin təsəvvüfi əxlaqi nəsihətnamə ya da təriqət adabı ilə əlaqədar olduğunu göstərir. Bəzi cümlələrdə dünya, nəfs, ibadət kimi məfahim var. Bu da irfani, dini əsər olduğunu təqviyyət edir. 3 tarixi və dövrə təxmini. Tamam, bu gözəldir. Qırmızı kitabxana möhrü stamp var. ehtimalla sonradan bir kütüphane ya da kitabxanaya daxil olub. Kağızın rəngi sarı, qəhvəyi və mürəkkəblər. Bu indi 9-cu əsr oxuyayım burada mən. 9-cu əsr 19-cu oldu əlbəttə. 100 il ya da əvaxiri bu 10 olsa, bu da 18. 18-ci dövrəsinə işarə edir. Yazı üslubu çap olmamış kamilən əlyazma litoqrafi deyil. Quyu təxmini, qoyu nəmin olar quyu? 1200-1300 hicri qəməri arası. Yəni, bu deyir ki, az ehtimalla 147 il bundan qabaq yazıbdır. Biraz çox yaxşı ehtimal verəndə deyir ki, 247 il bundan qabaq yazıbdır. Yəni, bu arada. Möhür və nişanlar. Qırmızı möhürdə
Latin hərfləri görünür. Bu sorular vurub. Böyük ehtimalla bu bir modern kütüphane ya arşiv mührü, məsələn Türkiyə ya İran kitabxanaları bu əlyazmanın sonradan rəsmi məcmuəyə gətirdiyini göstərir. Katib və nüsxə xüsusiyyətləri. Son səhifədə təmmə kitabihü, kətəbəhü ya da kitabihü kimi ibarətlər zəif də olsa görünür. Əgər tamam səfərlər olursa, katib adı və tarix dəqiq tapıla bilər. Bu əslində onu görməyibdir. Tamam, buradan gedək və o birisinə də baxaq. Fərq istəyirəm ki, bu PDF aylarla da bir tanış olaq, görək ki, necədir. Deyir ki, birinci şəkil, qırmızı, bürüncü səhifə və bej səhifə, xülasə. Bu səhifələr dini, irfani mühtəva ya fiqhi ədəbi nəsr izləri göstərir. Mətn. Ağır Osmanlıcədə ədəbiyyat ibarətdir. Ayə, hədis ya sufiyanə təbirlər görünür. Bir mövzunun izahı, hikmətlər, nəsihətlər ya şeiri məsələlərin şərhi kimidir. Qırmızı səhifədə davam edir ehtimalən. Mətni davam edir. Bej səhifədə belə görünür ki, müəllif mövzuu daha dərin izah edir. Xülasə. İkinci şəkil. Sarı səfədə nəsrin başlanğıcı var. Açıq səfədə daha dərin izah, hikayə ya tarixi vaqənin davamı var. Latin hərfli qırmızı möhürlər sonra arşiv tərəfindən vurulmuşdur. Xətt 18-19-cu yüzil Osmanlı nəsrinə oxşar. Xülasə. Bu əsər ehtimalla tarixi, ədəbi ya hikayə filandır. İndi nə edə bilərəm? Tamam, bunu ötürək geçsin. Copilot'ı da ötürək. Qeydaq da, o birisilərə getmirəm. Çünki nəzərimə gəlir, vaxtı itirməkdir və bundan əlavə bir şey deyil. İndi qeydaq gələk kitabımızın əvvəlindən oxumağa başlayaq. Görək bu kitabdan biz nə əldə edə bilirik. Dediyim kimi bu kitab ehtimalı çoxdur ki, əlbəttə bir Əbdülhəmid xan gördüm. Bu məni biraz sevindirdi. Amma tarixi yəni buradan tapacağıq. Məmulən müsəlmanlar kitabları Bismillahla başlarlar. Hər işlərin Bismillahla başlarlar. Allahın adı yadı ilə kitabın da başında yazılmağa yer qoyulubdur. Amma yazılmayıb. Nədən isə. Həmdü sipas Həzrəti Məlik Əllam və qüsli və təslim و تسلیه و تسلیم جناب خیر الانام و ترضیه و تکریم آل اصحاب جرام دیباتی زیبی صحیفه کلام qılındıqdan sonra indi bu qılındıqdan o dıların ikisi re'dirlər. Re kimi. Qılındıqdan sonra dən o nun da ki deyirik axırda o da bir dənə la məsələn namə lalə. O lalənin axirdəki l'dir. L. O cürsi yazılır. Bu nun. Qılındıqdan sonra satılan. İndi burada bir şey yazıbdır. Acaba bunu oxuya biləcəyəm ya yox. Hanu rونعه افروزی مسند خلافت bu gərək rونعه nə mən olacaqdı bu kəlmə acaba bir kəlmədir yoxsa təkrar hala رونعی افروز رونعین افروز مسند خلافت و نیز اعظم برج سلطنت قطبی فلک ابهت bazı yerlərini oxuya bilmirəm mədar mehr mədələt məsələn indi burada xilafət mədələt kamilən bəllidir ki huruflar indi bunlar oxuya bilirəm amma hələ feylən o üstdəki
kiçik, bax, bunu kiçik yazsaq nə görsənər, böyük tutsaq nə görsənər. O bir kəlməni ki, orada oxuya bilmədim, mənə biraz hala əziyyət verir ki, onu niyə oxuya bilməmişəm. Hala رونق افروزی مسدن خلافت. پس دیباچه زیبی صحیفه کلام qılındıqdan sonra hala رونق افروز رونق indi رونق nə cür yazıbdı? Nəqi yazıbdı ki nun, eyn və he. O he o eynin nöqtəsidir. Olur رونق. رونق افروز مسند خلافت və nəyyir əzəmi burc səltənət nəyyir olacaqdır. Niz deyil. Çünki bir nöqtəsi vardır. Nəyyir oxunar. Və nəyyir əzəmi burc səltənət qutbi fələk ubuhət mədar mehri mədələt ya mədar mehri mədələt ya mühri mədələt. Səbəbi əmnu əman indi əmnin umur kimi yazılıbdır. Bunu gərək bilək ki, o yapışıqdır bir-birinə, amma əmn olacaqdır. Və əman xəlife-i zəmin və zaman, zəmini və zaman kimi görsənir, amma zəmin və zaman pənah əhl-i iman, şahənşah İskəndər ünvan, əs-Sultan Əbdülhəmid xan ibn Sultan Əhməd xan xəllədəllah mülkəhi ilə axir zaman. Çağı tapdıq, tarixi taparıq bunun üzü ilə. Çağ. Çağ kim oldu? Əs-Sultan Əbdülhəmid xan ibn Əhməd xan. Tamam. İndi aşağıda tarixdə görürəm. Əbdülhəmid xan ibn Sultan Əhməd xəllədəllah mülkəhu ilə axir zaman Həzrətlərinin duayı davamı ömrləri. İndi ömür və dövlət ehtimal olunacaqdır. Ömr və dövlət. Pəs beləsi Həzrətlərinin duayı davamı ömr və dövlət. Mən beləsi oxuram. İndi bu dövlət nə cür yazılıbdır? Bir dənə he yazılıbdır, uzanıbdır əyağı vav kimi. Yəni he, həm he oxunur, həm vav, yəni beləsi və bu gedibdir, bunun axırı gedib, üstdən gəlib bir dənə dəndanə və bir dənə he. Yəni mən bunu dövlət oxuram, hər halda beləsi mənə doğru gəlir, ona görə bunu beləsi oxuyayım ki, düz olsun. Həzrətlərinin duayı davamı ömrü dövlət, ömr və dövlət və bəqayi əyyami mülkü səltənətləri nə? Cümləyi fərəh cümləmizə vəzifəyi rəsnu ubudiyyətdir. Bu olacaq rəhnu ubudiyyət ehtimalən. Mən sat görürəm, amma ola bilər ki, rəhn olsun. Rəsət kimi yazılıbdır satına. Amma o nöqtə olduğu üçün elə rəsn olacaqdır. Rəsən və ubudiyyət. Ehtimalən rəsən olacaqdır. Rəhn olmayacaqdır. Gedək burada görək ki, Google bizə rəsən nə deməkdir? Rəsən. Rəsən, kəlmə-i rəsən ya rəsən bir kök olaraq ərəbcədən Osmanlıcaya keçmiş önəmli bir kəlmədir və sizin göndərdiyiniz kimi əlyazmalarda, xüsusilə də kəlami və siyasi mətnlərdə tez-tez qarşılaşılan bir istilahdır. Bu kəlmənin mənası və işlənmə məqamını belə özətləmək olar. Lüğəvi. Ərəbcə rəsənə kökündən gəlir və əsli mənası məhkum, möhkəm, dayanaqlı və sağlam olmaq. Bir şeyin təməlinin güclü olması, düzgünlük və mətanət. Osmanlıcada və kəlami mətnlərdə işlənməsi. Sizin oxuduğunuz Osmanlı əlyazmalarında bu kəlmə məmulən sifət kimi iki yerdə işlənir.
Rəssin möhkəm, cüzü. Hisn-i rəssin beləsi yazılır. Məsələn, ərkan-ı dövlət-i rəsinə, dövlətin möhkəm dayaqları və ya əqidə-i rəsinə, sağlam və sarsılmaz inanc. Ərsən lap möhkəm, ən sağlam. Sizin mətninizdə tamam, bunları ötürək geçsin. Onu bildik. Burada rəsən olacaqdır, elə. Cümləmizə vəzife-i rəsən və ubudiyyətdir. Bexusus deyil. Bexulusil ibad əda və itmam əqəbində baisi tərcüme-i risalə bu vəçlə bəyan olunur ki, tarix hicri nəbəviyyət əla sahibəhə əfzəl-salati, əfzəl çox gözəl yazılıbdır, bunları öyrənməliyəm, yəni bu xətt əl-əfzəl və salat. Əfzəl ilə salat ikisi təqribən bir cür yazılıbdır. Və təhiyyətünün və təhiyyənin 490 sənəsində bir də tarixi hicri nəbəvi əlbəttə şayətdə nəbəvi əla sahibəhə əfzəl-salat və təhiyyənün ehtimalən 490 sənəsində bir tərəfdən Moğol əskərinin fari, fəsadi olacaqdır. Burada bir tarix verdi. Bu tarix Moğol əskərinin cilməsi. Əvvəl Sultan Əbdülhəmid xanı tapaq. Ən yaxşısı budur. Kitabı dəvanəmizdə. Sultan Əbdülhəmid xan ibni Sultan Əhməd xan. Sultan Əhməd xan. Görək bu haqda nə deyir bizə? O tarixi yazaq ki, bu ibarətdə tarixi bir səhvi var və Osmanlı tarixində bu adla bir padişah yoxdur. Osmanlı xanədanının şəcərəsində 2 Sultan Əbdülhəmid var. Lakin onların heç biri Sultan Əhmədin oğlu deyildir. Məncə burada bir yanlışlıq var. Fikirəm bu bəhsi qabaqcan eləmişik. Bir ayrı, bu mənə tanışdır bunlar. 1-ci Sultan Əbdülhəmid, atası Sultan 3-cü Əhməd. Əhməd xan tamam, bu niyə yoxdur ki? Bəs deyir, atası 3-cü Əhməddir də, bu oğlu dədəsi də. Deyil. Atası Sultan 3-cü Əhməd deyil. Sultan 3-cü Əhmədin oğlu da deyil. O, Sultan 3-cü Əhmədin oğlu olan Sultan Müstəfanın qardaşıdır. Doğru nisəbi. Sultan 3-cü Əhməd xanın oğlu Sultan 1-ci Əbdülhəmiddir. Nə cür oldu? 3-cü Əhməd xanın oğlu Sultan 1-ci Əbdülhəmiddir. Tamam, biz də bunu deyirik da, bu da bunu deyir. Sənət illəri. Nədən üstə onu dedi, burada bunu dedi? Məni çaşbaş saldı bu yazı. Bunu bir götürək qoyaq bu şeyə görək, bu nə deyir? Bu Prexpolitidir, nədir o? Yenə bu şey ilə yazır, necə ərəbi ilə yazmır. Nədən ərəb türkcə əlifba ilə yazmadın? Aparatçıda nə ərəbi, nə deməkdir? Yəni, yenə də aynı təranə. Tamam, bu Prexpolitini bağlayayım. Fəqət vaxtımızı dağıdır və
Əlbəttə bu da ciddi bir məsələdir. Sultan Əbdülhəmid xanı, bir də Sultan Əhməd xan haqqında bir şeylər istiruq. Hər halda bu sonunda gəldi dedi ki, doğru nisbəti Sultan 3-cü Əhməd xanın oğlu Sultan 1-ci Əbdülhəmiddir. Bəs bu 1-ci Əbdülhəmid burada yaza bilirik. 1-ci Əbdülhəmid. Bunu burada yaza bilirik. Səltənət illəri, səltənət doğum tarixini yazmayıb belə bir. İkinci Sultan Həmid, atası Sultan Əbdülməcid xandır. Tamam, bu olmaz, o olar da. Tamam. Nisbəti Sultan Əbdülhəmid xan ibn Sultan Əbdülməcid xan. Mətnlə bağlantısı 1274 Hicri tarixində sizin əvvəlki şəkildə göstərdiyiniz 1274 Hicri tarixi Sultan Əbdülməcid xanın dövrünə səltənət illəri 1255 ilə 1277 Hicri uyğun gəlir. Belə bir tarix orada yox idi, bu özündən bunları toxuyur. Amma burada bildik ki, bu deyil. Amma bunun səltənət illərini də yazaq. Səltənət 1187 ilə 1203 Hicri illər arasında səltənət eləyib. Tamam. Gələk görək ki, bu ChatGPT bu haqqında. Sultan Əbdülhəmid xan ibn Sultan Əhməd xan ibarəti tarixidir və Osmanlı sərayətinin nisbət sisteminə, nəsəb sisteminə görə yazılmışdır. Bir-biri şərh edək. Bir-biri şərh edək. İbarəti mənsi Sultan Əbdülhəmid xan, Padişah Əbdülhəmid. Bin Sultan Əhməd xan, Sultan Əhməd xanın oğlu. Yəni, Sultan Əbdülhəmid filan. Bu kimdir? Bu tərif Əbdülhəmid əvvələ aiddir. Çünki o, Əhməd-i Sevvumun oğludur. 3-cü Əhmədin oğludur. Osmanlı dövlətinin 27-ci sultanıdır. Hökmranı 1187-1203 Hicri illərində. Mühüm fərq, bu ibarət Əbdülhəmid dövvümə aid deyil. Çünki Əbdülhəmid dövvüm Sultan Əbdülməcid xanın oğludur. Tamam, bu gözəl. İndi bu kitabın tarixini bir də beləsi tapdıq. Yəni, qeydaq kitabımıza əlbəttə, əsli budur ki, qeydaq kitabımıza. Kitabın tarixi buradan bəlli olur. Möhür demişdi ki, 1237-də yazın. Əlbəttə, bu şey də bizə bir, ChatGPT bizə bir şey demişdi. O, bəlkə möhürün üzü ilə deyibdi. Baxaq buna. ChatGPT burada bizə bir şey yazanda dedi ki, 1237. Əbdülhəmid xandan çox sonradır bu. Yəni möhür. Amma bu adam ehtimalən kitabı Əbdülhəmid xan zamanında yazdığına bir baxaq. Hər halda burada dedi ki, 490 sənəsində bir tərəfdən Moğol əskərinin fəsadı və bir tərəfdən küffar xaksarı hücumi və bir tərəfdən taife-i əskərinin və vükəlayi dövlətin ədəmi ittihadləri səbəbilə dövlət-i İslamə mulukinə zəf və nizam-ı məmləkətə ixtilal ariz olmaqla Fərənc taifəsi fürsət bülüb Akdeniz və Ərəbistan paylərinə, yaylərinə, ehtimalən beləsi olacaqdır. Fikirlə bu kitabı oxumuşuq. Mən oxuduqca nəzərimə gəlir, kitabı tanıyıram. Ərəbistan zəbat, harada qaldı, üstə qaldı. Və Ərəbistan yaylərinə səquli olub, müstevli olub, necə məmləkəti ta Quds-i şərifi əxz və ixtilas edib, cümlə-i Ərəbistani zəbbat az qalmışdır. Zəbtinə az qalmışdır.
ki, az qalmış ki, geçə. Əgər o ehtimalə bunu əkrad əyyubiyyədən Məlik Səlahiddin zuhur edib hüsn tədbiri bərəkatı ilə dövlət İslamiyyə qüvvət gəlib, İslamiyyəyə qüvvət gəlib, ol vilayətləri küffaridən istirdad eylədi. Ol əsnada Məlik Səlahiddin ilə baba oğul məsabəsində əlaqə məhəbbət üzərə olan şüyuxi üləmanın kibarənlərlə Əbunəcib nam ziraət tədbir məmləkət dair nam zat. Burada əlbəttə bir dənə də eyni-teyn var, ziraət gəlir, amma zat nə mənə burada bir şey yazılıbdır. Tədbir məmləkəti dair və orada kəlməni oxuya bilmədim. Zat-ı ət. Tədbir məmləkəti dair və əsrar-ı səltənətə mütəəlliq bir risalə yazıb Səlahiddinə verib bununla əməl eylə. Ömrünüz var isə İskəndər Qur Cahangir İskəndər qədər Cahangir olarsın deyə vəsiyyət etməklə Səlahiddin dəxi o risaləyi hərz-i can edib əməl edər. Burada yenə bir kəlmə yazılıb ki, edərmiş ola bilər. Edərmiş. Əgər bu miş olsa, üstdəki kəlmə də zat. Bəduh. O risalə məğribi dərgah bari əs-seyyid məğrib olmaz. Məzrəbi. O risalə məzrəbi dərgah bari əs-seyyid Əhməd ən-Nəccari həzrətlərinin tənbih və tövsiyələri ilə 922 tarixində Sidarət Rumlə mütəqaidən fot olub. ehtimalən fault olmayacaqdı. Ehtimalən bu Dokuz 22 tarixində Sədarət Ruhidən Sədarəti Ruhidən mütəqaidən ya ruhinlə yox, o nun olacaqdı, o cür yazılır. Sədarət və həddin mütəqaidən oxuya bilmirəm bunu. Müyyədi Abdurrahman Əfəndi vəsatəti ilə mərhum və məğfur Rəsulxan Səlimxan Sultan Səlimxan Cənnətməkan həzrətlərinə vasil olub. Mərhum müşavir ilə dəxi ol risaləyi əksər ovqat mütaliə və var tədris təlimi yox.
oxuya bilmirəm. Bunu bir dəfə də oxumuşam. Yəni bu kitab mənə tanışdır. Kamilən tanış gəlir. Zorluq çəkirəm yenə aynı vəziyyətdə. Çünki bundan çox oxumamışam. Mən kamilən bu kitabı indi yadıma düşür ki, nə olubdu. Bunun haqqında öncədən danışmışıq və yazmışıq. Bu kitab deyir, hər halda bir nəfər yazmışdı. O gəlib də Osmanlıya yetişibdi. Ən sonunda bir nəfər bunu alır və onu yazır. Yenə burada bir səhifəyə gəldim. Bir şey görək, oxuya bilsək biraz. Yəni vaqəən bəzi sətirləri oxumaq mənə zor gəlir. Ehtimalən gərək bunu şahanə zeyn fəri əsabisi və İstanbul ilə ümid bəhrinte seyyidül. Tamam, oxumayayım. Oxumayayım, bu çox önəmli bir kitabdır. Heyifdir, bunu xərablamayayım. Bu qalsın. Bu qalsın, bunu mən fikir baxım görüm, o özümün bir dənə ayrı bir şey açmışam, onun içində yığıram bu kitabları. Əcəba bu orada var, çünki o kitablardan ki oxumaq lazımdır. Yox, o yoxdur, onu da bura gətirim. Nəhəcə bunu buradan acaba kopya eləyim aparım ora, yoxsa kat eləyim aparım ora. Tamam. Bunu da qoyduq bura. Bu bizim burada bir zaman o kitablardan ki hətmən oxumalıdır. Elə biri bu kitabdır. Əlbəttə bu kitabın haqqında indi qabaqcan araşdırma yapmışıq şeydə. Yenə də eləyə bilirik kitabın adının üzündən də gedək. Nəhəci el-məsluk fi siyasətil muluk kitabı haqda bilgilər verə bilərmisin? Bunu iştibah yazmışam, belə bir şey. Nəhəcə Suluk özü düzəltdi. Siz qeyd etdiyiniz kitab Osmanlı və İslam siyasətnamə ədəbiyyatının ən önəmli əsərlərindən biri olan Nəhəcə Suluki fi Siyasətil Muluk əsəridir. Bu əsər haqqında bunu demək olar ki, həm tarixi, həm də əxlaqi baxımdan bir dövlət editörlüğü kitabıdır. Kitab haqqında əsas bilgilər bunlardır. Müəllif və kökəni. Bu əsərin əsli ərəbcədir və məşhur olan görüşə görə Şeyx Fəzlullah ibn Əhməd ibn Əbi Xeyril Meyhəni və ya bəzi qaynaqlarda İbn Əbi Rəbi adlı bir alim tərəfindən qələmə alınmışdır. Burada ayrı bir şey dedi. Dedi nə mənə? Burada dedi ki, bu Moğollar gəldilər səbəbilə filan və ehtiyacları zahir və hüveydadır zira siyasətə tədbir mülküdən xali olan rəayəyə məsəlli. Aha, bura haradır gəlmiş? Bura yox, bura deyildi. Çox gəlmiş buyurdu. Tamam, buradadır. Əbun-Nəcib nam Əbun-Nəcib, bu nə dedi adı? Əbun-Nəcib. Burada Əbun-Nəcib'i demir. Kitabın birinci səhifəsinin əksini çalıb buna göndərmişdik. Görün ki, orada var ya, yox.
oldu? Yoxdur. Bu tamam, tazaşdan göndəririk bunu. Bu səhifədə yazarın adı Əbu Ən-Nəcib kimi görünür. Bu səhifədə və ərəbcəsinin yazarının adı Əbu Nəcib görünür. Görək ki, icazə vermir. Nədən isə ehtimalən internetdə problem vardı. Bunu gözləyək, sonra göndəririk. Hər halda bu bir tozihlər verirdi. Gedək görək o tozihlərdə nə dedi buna görə. Deyir ki, müəllif Şeyx Fəzlullah ibn Əhməd ibn Əbilxeyr Mihəni və ya İbn Rəbi deyir ki, tərəfindən qələmə alınmışdır. Əsər Əbbasi xəlifəsi Mü'təsəm Billah üçün yazılmış siyasətnamələrin ilk örnəklərindən biri hesab olunur. O halda ki, bu o cür demədi. Bu nağıl ayrı cür deyir. Deyir ki, bu kitab Əyyubi dövlətinə yazılıb veribdir. Səlahiddin Əyyubiyə yazılıb veribdir. Ha belə burada iddia olunur ki, bu kitabı Əbu Nəcib Sultan Salahiddin Əyyubi Həzrətlərinə sunmuşdur. Nədən isə hala qoymur geçsin. Gözləməliyik, görək ki, nə olacaqdır. Hər halda bu mövzu və içərici, kitab hökmdarların dövləti necə idarə etməli olduqları haqqında yazılmış bir yol xəritəsidir. Əsər 4 əsas bölümdən, babdan ibarətdir. Birinci bab insanın öz nüfusunu və əxlaqını necə islah etməsi, kişinin özünü idarə etməsi. Bu çox mühümdür. Diqqət buyurun, mənə bu cümlə çox mühümdür. Kitabda yazılıbdır əlbəttə. Biz bu kitabı bu cəhətdən mənə gəlir ki, bunu oxumalıyıq. Xüsusən onlar ki, Azərbaycan milli hərəkatını düşünürlər və dövlət qurmaq düşünürlər. Məncə bu şeyi oxumalı. Diqqət buyurun, çünki bizə beləsi bir şey deyir. Deyir ki, 490 sənəsində bir tərəfdən Moğol əskərinin fəsadı və bir tərəfdən küffar xaksarın hücumi və bir tərəfdən taife-i əskəriyyənin və vükəlay dövlətin ədəm ittihadları səbəbilə dövlət-i İslamın mülükün zəfi car və nizam-ı məmləkətə ixtilal ariz olmaqla fərənc taifəsi fürsət bulub Akdeniz və Ərəbistan yabənlərinə ehtimalən müstəvli olub. Burada yabənlər olacaq, ya biyabanlar ya da yayinlərinə. Yayınlar bilmirəm nə demək, amma yabinlər ola bilər. Yəni yaban həman dedikləri, biyaban, çöl. Müstəvli olub, necə məmləkəti Taqudsi şərifi əxz və ixtilas edib. Baxın, işğal altındadır. Əvvəl buradan danışır. İşğal altındadır. Cümlə-i Ərəbistani zəbt az qalmışdır ki,
əkrad-i Əyyubiyyədən Məlik Səlahiddin, bir nəfər çıxıb ortaya, bir dənə cavan uşaq, cavan oğlan zuhur edib hüsn-i tədbiri bərəkatı ilə dövlət-i İslamiyyəyə qüvvət gəlib. Ol dövlətləri küffaridən istirdad eylədi. Ol əsnada Məlik Səlahiddin ilə baba oğul məsabəsində əlaqə məhəbbət üzərə olan şuyux uləmanın kibarının Əbun-Nəcib nam ziraət tədbiri ilə, bu ziraət deyil, zati, burada bir ət vardı, zati nə mənə? Ali ola bilər ehtimalən, zat-ı ali, ali ola bilər ehtimalən. Tədbiri məmləkətə dair və əsrar-ı səltənətə mütəəlliq bir risalə yazıb Səlahiddinə verib. Bununla əməl eylə. Eylə ömrünüz var isə İskəndər qədər cəhangir olursun. Deyü vəsiyyət etməklə Səlahiddin dəxi o risaləyi hırz can edib əməl edərmiş. Bədəhu o risalə. İndi bir dənə yazıbdır ki, ağa, torpaqlar dövləti necür quracaqsın əslən, necür saxlayacaqsan. İskəndər qədər güc. Bunu göstərir ki, biz bir zaman bizim torpaqlarımız, özəlliklə müsəlmanların torpaqları, bir tərəfdən Moğol var, bir tərəfdən Batılılar vardı, bir tərəfdən içəridə ordu qaçışıb bir-birinə dövlət adamları düz deyirlər. İşğal altındadır məmləkət. Əmniyyət yoxdur. İnsanların haqqı, hüququ yoxdur. Yaşam haqqı yoxdur. Bu vəziyyətdən çıxmaq üçün və bu vəziyyətdən çıxıb dövləti davam etdirmək üçün, hətta inkişaf etdirmək üçün bir kitab yazıbdır. Bu kitab deyir ki, davam edibdir və gəlibdir, yetişibdir ta Əbdülhəmid dövrünə. Əbdülhəmid dövründə bundan bir nüsxə yazılıblar və bu kitab o nüsxədir. Bunun üçün bu kitabın bizlərə çox önəmi var, bunu oxumaq. Bunu əlbəttə ki, biraz çətin oxuyuram mən bunun əl yazmasını, amma vaqiyyət budur ki, bunu bir 10 səfə oxusam mən bunu oxuyaram. Yəni, o qədər də çətin deyil. Çünki gözümüz getdikcə buna adət edir. Kəlmələrin də üstünə durmamalıyam. Çünki biz hər kəlmə cümlədə məna verir. Və cümlə də mətnin hamısında, birliyində məna verir. Onun üçün biz bu kitabı oxuyanda kəlmələrdə qalmasaq ki, mən qalıram indi, istəyirəm görüm o kəlmə nə dedi. Davam eləsək, məncə 10 səfə oxusaq, qeydib oxusaq da kamilən belə süzüb gedərik qabağa. Əlbəttə ki, içində istilahlar var, adamlar adları var, yer adları var. Ehtimalən bunlarda bir bilmədiyimiz üçün, təxəssüsümüz olmadığı üçün biz müşkilə düşəcəyik. 922 tarixində Sidarət Ruməli ehtimalən mütəqaidən Sidarət-i Rumidən mütəqaidən fərz olub ya da fon olub Muyeri Əbdülrəhman Əfəndi və saadəti ilə müəyyidi ehtimalən, müəyyidi fot olub müəyyidi Əbdülrəhman Əfəndi vəsatəti ilə mərhum və məğfur Sultan Səlim Xan Cənnətməkan həzrətlərinə vasil olub. Mərhum müşari ileyh dəxi o risaləyi əksər ovqat mütaliə və ədris təlbisi ilə Allah beləsi burada, o tələbəsidir, beləsi oxunur və mütaliə və idrisi teblisi ilə addır. Bu ad olduğu üçün mən də biraz zora düşdüm, amma görürəm ki, addır. Niyə? Adların üstünə bir qırmızı xət çəkir, oradan da bilirik. Və idrisi təblisi Allah ilə
Allah kimi yazıb, amma ilədir. Təbliği ilə müzakirə buyururlar imiş. İmişi burada gördük. Əgər bunu düz oxusaq, o birisi qabaqdadır, bir-iki yerdə bunu oxuya bilmədik, oradan ola bilər. Diyu nəima vücudum zeyli tarixi mərhum və diyu nəima mərhum zeyli tarixi məşhurində. O adın, kitabın adı nədir? İndi bu Tebliğidir, kimdir o? Diyor, Nəima əlbəttə mərhum. Nəima mərhum zeyli tarixi məşhurində təhrir və ol risalənin tədbir siyasət və məmləkət xüsusində dəfinə-i uzma məsabəsində olduğun yemin və qəsəm edərək beyan etdikdən xəbas və avam o risaleyi cüstücüdə ihtimam. Hətta indi burada bir dənə adam yazıbdır ki, diyor Nəima mərhum zeyli tarixi məşhurində. Acaba Təbliğidir bu? İdris Təbliğinin kitablarının adını soruşaq, görək nə deyir. Heyf olsun, bu nədən isə kopya eləyək bunu. Bu işləmədi, bunu bir də bıraq, görək ki, nə oldu ki, bu işləmədi. Tamam oldu, amma nədən idi, orada yox idi. Tamam, burada böyle bir şey yazıb, amma bu getdi, o birisi dərsdən çıxdı, bu tazajlı bir şey gəldi. Yazır, amma burada İdris nə mən oldu? İdris Təbliği. Təbliği kimdir və hangi kitabları yazmış? İdris Təbliği veya tanılan adı ile Həkimiddin İdris Bitlisi 15-ci əsrin sonları və 16-cı əsrin əvvəllərində yaşamış böyük bir tarixçi, siyasetçi, diplomat və ədibdir. Əslən Təbrizli olsa da atası ilə birlikdə Ağqoyunlu sarayına getmiş. Sonradan isə Osmanlı sarayında yüksək məqamlara çatmışdır. Sultan Səlim Yavuz dövründə önəmli rol oynamış. Ələl-xüsus Osmanlı ilə Şərqi Anadolu və Azərbaycan tayfaları arasında diplomatik bağların qurulmasında böyük xidmətləri olub. Önəmli əsərləri İdris Təbliği həm fəlsəfə, həm təsəvvüf, həm də tarix sahəsində çox sayda əsər qoyub gedib. Ən məşhur əsərləri Həşt Behişt. Bu onun ən tanınmış əsəridir. Fars dilində yazılan bu kitab Osmanlı tarixinin ilk 8 padişahının həyatından və dövründən bəhs edir. Bu əsər Osmanlı tarixçiliyində bir dönüm nöqtəsi sayılır. Səlimnamə Sultan Səlimin dövrünü, onun qələbələrini və etdiyi səfərləri qələmə aldığı mənzum bir əsərdir. Risalətül Abai ən Məbaqil Vəba təbib və təyyib və əxlaq sahəsində tibb deyil əlbəttə, təyyib və əxlaq sahəsində yazılmış bir risalədir və ya xəstəliyi və ondan tibb olacaq onda da tibb və əxlaq sahəsində yazılmış bir risalədir və ya vəba xəstəliyi və ondan qorunmaq yolları haqqındadır. Haqqül mübin fi keyfiyyəti təməddünül aləmin. Bu əsərində o cəmiyyət, mədəniyyət və siyasət fəlsəfəsi haqqındakı görüşlərini bəyan etmişdir. Əcəb ağa, gözəl bir kitabı var. Şərhi Gülşən-i-Raz Şeyx Məhmud Şəbistərinin məşhur Gülşən-i-Raz əsərinə yazdığı şərhidir. Elmi və siyasi kimliyi. O həm bir münşi, saray katibi, həm bir həkim, filsuf və həm də bir müəllif kimi tanınırdı. Onun yazı özəlliyi Osmanlı sarayında elmi dil kimi fars dilini yüksək səviyyədə işlətməsi idi. Eyni zamanda klasik Osmanlı nəsrinin və tarixçiliyinin formalaşmasında təsiri böyükdür. İndi bunun ehtimalən tarixi Səlimnamə ki dedi, bunda olacaqdı. Ya da o Həşt Behiştdə bunların birində olacaq. Amma daha bundan izafə bir şey demir. İdris Təbliği ilə
müzakirə buyururlar imiş və diyu nəimən mərhum zeyli tarix məşhurində, bunun məşhur tarixi elə o 2 dənə olacaqdır. Təhrir və ol Risalənin tədbiri siyasət və məmləkət xüsusində dəfinə-i uzma məsabəsində olduğun yemin və qəsəm edərək bəyan etdiğindən xavas-ı əvam o risaleyi cüstücuda ihtimam hətta və hətta نیکان درجاه سلطنت دستگاهون حقیر و نحیفی bu abdi kemine dahi مدن و آخره دیترو و تحری و تفحصته ciddi nam ve akvam ile bir dürlü destres olamıyıp. Bu 10 sa'd aksamide bu eyyam sa'd aksamide bir takribi yümün ve yümn ve ikbal Hazreti Cehanbani ile bir nüshesini resideyi mesned acizaneden ve mezmun hikmet meşhuni malum bendegانeden oldukta ol risale hakikat idrac o risale hakikatte آرایه جنزینی شاهانه و منظور انظار پادشاهانه علمقه شایان bir جوهر yekbab çemyab bir cevher çemyab olmaqla dərhal görürsünüz ki, belə bir kitabla qarşı-qarşıyıq. Bunu öncədən də oxumuşduq, amma yenə elə fikirlərim keçən sərdə bunun oxumasında zorluq çəkmişdik. Yenə də onun oxumasında zorluq çəkdik. Çox dərin bir kitabdır, oxumalı bir kitabdır. Məncə bu üstündə işləməliyik, oxumalıyıq və öyrənməliyik. İkinci kitabdakı aşmışıq. Fikir edirəm ki, bu görüm nə qədərdir, saata da baxaq. 1 saat 20 dəqiqədir bu kitabın üstündə işlirdik. Bunun indi 5-ci səhvədir. Məsələn, gedək bunun beləsi yox, beləsi olmayacaqdır. Gedək bunun məsələn 20-ci səhifəsindən bir ağ səhifəsindən biraz oxuyaq. Görək ki, Müluk-i salifədən birinin taq eyvan bülendində o təxtə səhife-i səfra üzərinə məktub kəlamın tərcüməsi budur ki, Teymur muktezisi aşık ve alel ervahi ana mencub olduğu müncezeb olduğu gibi zafer dahi seri aşık ve meczubdur. Rubai ani vahdet vel khairil qawl astegehu sabri akibetel mahmudul əsər. Tamam, oxuya bilmirəm. Bu xətt çox özəl bir xətdir. Əlbəttə gözəldir, gözəlliyində söz yoxdur. Bundan şey də almaq olar. Bəlkə ChatGPT-dən də köməklik ya Gmail-dən də köməklik almaq olar oxumağında. Bir 5-10 səfə adam oxusa, bir 3-4 saat vaxt qoysa, məncə bu kitabın çözər yazılmasını və oxuyar.
Gedək o birisi kitaba, görək ki, o birisi kitab nə haqqındadır. Bunu da mən cildini ilə görəndə nəzərimə gəldi ki, bunu tanıyıram yenə. Ehtimalən Behcətül Fətavi 1171 burada yazıblar, orada yazılıbdır. Hər halda biz üstdəki bir kitabı tapdıq. Sultan Əbdülhəmid xan zamanında, 1-ci Əbdülhəmid xan zamanında yazılıbdır. Yəni bu kitabın ən azından 200 il ömrü var. Ən azından 240 il. Ən azından 240 il ömrü vardı. Ola bilər 200 məsələn 50 il olsun, 60 il olsun, orası da ola bilər. Çünki Sultan Əhməd Sultan ən azından 13 il oradan, 3 il buradan 16 il hökumət edibdi. Bir 10 il o yüz bu kitab yazılmış ola bilər. İkinci kitaba baxırıq. Bunun çift kimi, çanta kimidir. Ağzı da var və dövrəsi eyni o birisi kitab kimi qızılla yazılmışmış, amma işləndiyi üçün bunlar cırılıbdır, çox bəllidir və ayrı bir gönündən təzaşdan bunun üstünə yazıblar, ortadakı da qalır, amma dediyim kimi çox işlənib və aradan təqribən gedibdir. Kitabın bir özəlliyi budur ki, bu fehrist olubdur. Əgər bu kitab tarixini belə yazsaq, desək ki, indi 1447-ci ildir, yox, bundan çıxsaq 1171 ki, indi o zaman yazıldı, burada yazıldığı da 276 il öncə bu kitab yazılmış olubdur. Bu kitabın fehristi Behcətül Fətavi. Kitabın adı Behcətül Fətavidir. Adı Behcətül Fətavi. Fətava oxunur da, bu Fətavi oxunmur. Fətava oxunur. Burada ehtimalən bir fehristin görürük. Yəni ehtimalən ki, yox, özdə yazı fehrəst. Bu fehristin təqribən o zamanda çox bir gözəl bir iş görüblər. İndi model 2 yazırlar, o deyil, amma indi bəzən bu fehristin qabağında səfəni də qoyurlar. Bunu səfəni də qoyublar. Yəni əslində burada səfəni də qoyubdur. 2-0-dən başlayır. Çünki səfə 1000-əcən olsa 3 rəqəm olur. Ona görə başlayanda 2-0-1, 2-0-2, 2-0-10, 1-0-10 və beləsi davam edir. Gedir, məsələn, olur. Məsələn, 100 olanda da sıfırlar aradan gedir, ədəd özü gəlir yerinə. Burada görürük neçə səhifə? 2, 4, 6, 8, 10, 12, 14, 16 səhifə fəqət bunun şeyidir, fehristidir. Ondan sonra 2 səhifə cədvəl çəkilib yazılmayıbdır, 2 səhifə də boş gedib, 4 səhifə Süleymaniyyə kitabxanasında saxlanır. Kitab, diqqət buyurun, tərrahlıq olubdur ki, bunun içinə şey çəksinlər. Bir ehtimalən bizə çox şey burada öyrədir ki, bunu nə cür tərrahlıq edilmişlər. Yəni mühəndisliyi burada göstərir. Birinci səhifədə kitabın əvvəl dövrəsinə bir çərçivə dizibdir. 2 səhifənin çərçivələri yapışıb bir-birinə belə görünür, amma burada əksdə görsənmir. Bəli, görsənir ki, bu səhifədə görsənir ki, başda əyilib gəlib bu tərəfə, 2 tərəfdə də görsənir, sütunla gəlibdir. Birinci o Bismillah yazılan səhifədə bir görünür ki, bunun qərar almış bir günbəz kimi olsun, tərrahi olunubdur. Tərrahi olmağını da biz görürük nə cür olubdur. İçində yazını görürük, çərçivənin içinə salıblar, yəni o çərçivəni çiziblər, amma rəhləməyiblər. İkinci səhifədə görürük ki, çərçivəni çiziblər. Çünki o sadə olacaq idi. Bu nəqqaşisi zadı olacaq, tərsibi olacaq idi. Bu qalıbdır, amma yazılmayıb sonra. Bu birisində görürük ki, çərçivə çizilibdir, içi rəhlənibdir. Kitab qırmızı və qərə yazılarla davam edir. Böyük içi təla ya qızıl rəngində rəhlənmiş dairələr görürük. Bu ehtimalən bir sual qutarıb ya bir fətva qutarıb, ikinci fətvaya keçəndə, o birisi fətvaya keçəndə belə bir işlə davam edir. Qıraqda 1, 2, 3, 4 dana qıraq yazı görürük burada. O sütunun içində, yəni də dəftərin 2 dana dedik çərçivəsi var. Bir böyük çərçivədir, bir də yazının dövrəsindəki çərçivədir. Onun ikisinin arasında yazılar üçün
yer qoyublar. O birisi səhifələrdə də görürük ki, hər çərçivələr qəşəng nəqqaşlıq olubdur və kitab iki cürə çərçivəsi var. Bir yazının dövrəsi, bir də kitabın dövrəsində bir çərçivə vardı. Bunu da görürük. Yazı çox gözəl bir yazıdır. Bəyəxçinin tərsinə qələm çox şeylə gedirdi. Əlbəttə orada bir dənə əks qoyduq, amma onu göndərdik ya göndərmədik. Ona baxaq, görək buna haqqında nə dedi. Təsvirdəki mətn Osmanlı türkçəsindədir və yazı növü rüqə ya nəstəli qarışığı bir şivədədir. Diqqətlə baxdıqda sizin qeyd etdiyiniz nöqtələr haqqında bunlar demək olar. Müəllifin adı Əbünnəcib. Bəli, mətnidə Əbünnəcib adı açıq şəkildə keçir. Mətnin aşağı hissəsində sağ səhifənin sonlarına yaxın müəllifin adı və onun Səlahiddin Əyyubi ilə əlaqəsi zikr olunur. Böyük ehtimalla söz konusu olan şəxs məşhur sufi və alim Ziyaüddin Əbünnəcib Əs-Söhrəvərdi ya onun məktəbindən olan bir başqasıdır. Səlahiddin Əyyubiyə təqdim edilməsi mətndə Sultan Səlahiddin Əyyubi adı keçir və bu kitabın və ya risalənin ona təqdim edildiyi, onun mətndə yazıldığı və ya onun dövründə təlif edildiyi qeyd olunur. Osmanlı dövründə klassik əsərlərin ön sözlərində dibaçə müəllifin əsəri dövrün böyük padişahlarına və ya keçmişdəki adil hökmdarlara ithaf etməsi adət bir hal idi. Mühürlər və kimlik. Səfənin yuxarısında və kənarında qırmızı mühürlər var. Bu mühürlər bunlar ibarətdir, onları oxumuşduq. Ehtimalən burada deyil, bu əlyazma böyük ehtimalla Əbünnəcib Söhrəvərdinin bir əsərinin Osmanlı dövründə köçürülmüş bir nüsxəsi və ya o əsərin şərhi tərcüməsidir. Kitabın girişində Səlahiddin Əyyubidən bəhs edilməsi əsərin tarixi əhəmiyyətini və o dövrə olan hürmətini göstərir. Buradan hər halda buranı İdrisi, Teblisi, bunu da oxuduq. Məncə bu qədər bizə yetər. Gedək indi bu taza kitabımızı davam eləyək. Bu kitabımıza görürük ki, sual-cavab şəklində gəlir. Sözlər, qıraqda da yazılar vardı. Xətt çox gözəldir. Kəlmələr çox bir-birinə yaxındır. O birisi kitabda kəlmələr həm yaxın idi, həm də ki, bir-birinin içində huruflar da çox dairəvi şəkildə, yəni orada çox dairəvi şəkildə yazılırdı. Burada da əlbəttə dairəvi şəkli görsənir, amma o qədər ki, orada iğraq eləmişdi, o qədər deyil. Çox, bunu rahatdır, yəni bunu 10 qat ondan rahat mən oxumağa çalışa bilirəm. Əgər bunda 10 saat qoysam ki, o kitabı rahat oxuyam, bunda ehtimalən 2 saatın içində bu kitabı çox rahatca oxuya bilərəm. Kitabın qıraq yazıları çoxdur, mətnindən çoxdur deyərəm və davam edir beləsi. Kitabın PDF-də 22-ci səhifəsində gələndə, əlbəttə bu kitab 730 səhifəlik bir kitabdır. PDF-də 20-ci səhifəsində gələndə görürük, kitabın baş tərəfi cırılıb götürülübdür. Rəsmən bunu istəyiblər, o baş tərəfdə bir yazı varmış, o olmasın deyə cırıblar, götürüblər, amma çərçivə qalır. Yəni o kitab əsli yazı qalır orada. Bu üzdə də aynıdır. Yəni ehtimalən buna əslində bir dənə xətkeş ya bir dənə düz bir şey qoyublar. O kağızı çəkiblər oradan cırıblar ya da qatlayıblar, cırıblar. Biləsi bir şey aşağıdan da cırılıbdır. Cəlibdir ki, bu səfhə aşağıdan da cuşəsi cırılıbdır. İçinə də su, bu kitaba su da gəlibdir. İçindəcən diqqət eləməmişdim. Bu kitabın içinə çoxlu su gəlibdir. Səfhələrin başları cırılıbdır, çürüyübdür. Görsənir bu. Getdikcə qıraq yazı bəzən azalır, bəzən çoxalır. Amma o fətvalar bölümü hala davam edir. Bu fətvalar İslam deyil dostlar. İslam bu fətvalar deyil. Bu fətvalar bir dənə alimin düşündüyüdür. Bir ayrı alim başqa düşünə bilərmiş, bir İslam alimi. Hətmən də başqa düşünən var imiş. Amma bu məsələn o zaman dövlətdə olubdur, ya güclü olubdur. Söz bununki olub məsələn, o birisininki olmub. Elə indi də məsələn qabaqdan şah zamanı məsələn Ayətullah Şəriət Madəri vardı, Mərəşi Nəcəfi vardı, Xoeyniha vardı. Məsələn bunlar bu tərəfdən var idi. O birisi tərəfdən məsələn inqilabdan sonra Ayətullah Şəriət Madəri öldü, Müntəzirini öldürdülər. Nə bilim bir çox müştəhidi
özləri demişə xanəneşin elədilər, ev həbslərində tutdular, bir dənə paltarın çıxartdılar. Xumeynini elədilər bir fəqih əzəm və filan. Sonra da Xameneyini gətirdilər onun yerinə. İndi də oğlunu gətirdilər onun yerinə. Güc kimin yanında olsa onu fəqih əzəm edir və onun sözləri keçirir bəzən. Həm hökumətdə, həm xalqın da arasında, xalq da dövlətə baxır, gücə baxdığı üçün gücə aşiqdir insanlar. Ona görə gücü görəndə öz-özünə insanlar ora tərəf aşırlar. Gücdə belə bir şey var. Mən uşaq idim, yadıma gəlir. Kətdə yaşırdıq. Hər yerdə doludu siçanla. Evdə də pişik var idi. Göydə damın o pərdi deyərdik. Pərdələrdə siçan gedirdi. Yapışmışdı ağaçlardan belə gedirdi. Pişik ona baxdı, əli ilə belə işarə elədi. Oradan düşdü bura. Güc beləsidir. Yəni güc laməzəb qarşısında gücsüzü təslim halına gətirtdirir. Həm düşüncə olaraq təslim olur, həm ağıl olaraq təslim olur, həm iş olaraq təslim olur, həm də bədənin, gücü, hər şeyin verir o güclüyə. Çünki güclüdə deyir ki, bu güclü olmasa ağlı hətmən güclüdür, özü hətmən güclüdür, pulu güclüdür, hər şeyi güclüdür. Yəni ona bağlanır, yəni istər istəməz. Fətvalarda da bu cürdür. Bir güclüyə yaxın olandan sonra o güclü sizdən himayət edir. Mən məsələn hətta fəlsəfədə də bu cür düşünürəm. Hər şeydə belə düşünürəm, hətta texnolojide belə düşünürəm ki, güclülər eləyə biliblər gücləri ilə gücsüz texnolojiləri aradan çıxadalar. Bununla belə ki, gücsüz texnolojilər ehtimalən gələcəkdə yenə dərdimizə bizim çox dəyəcək. O güclülər ki, məsələn, gəliblər indi filan bazarı tutublar. Kitabı davam edirik. Çox gözəl bir xətlə yazıb. Dediyim kimi, kitabın ortasında su var, yəni Şirazədə su var. Kitabın ağız tərəfləri, açılan tərəfləri vərəq vurduğumuz yer çox saralıbdır, köhnəlibdir. Ən yaxşı söz köhnəlmək deməkdir. Getdikcə bu bəzi yazılar azalır, amma qıraqdaşlar da ehtimalən fətva ola bilər. Bunu deyim ki, indi əl-cavablar düzdür, qırmızı rənginlə yazılıb bunlarda, amma biraz az yazılıbdır. Bəzi kəlmələrdə eyni o birisi kitab kimi yazır. İndi burada biraz əl yazma dəyişibdir. Yəni, hardan dəyişibdir, baxmamışam. Amma biraz əl yazma dəyişibdir. Gedək bu 700 səhifə olduğu üçün biraz sürətlə gedirəm. Çox gözəl bunun qıraq yazıları özü də çox gözəl bir əllə yazılıbdır. Qıraq yazılarda hərəsi ola bilər bir ayrı alimin nəzəri olsun. Yazmış ola orada, ya məmulən beləsi olur, ya da kitabı nəssaq, o adam kitabı yazırmış. O nəzərləri də yazırmış, o birisi nəzərləri də qırağında yazırmış. Yəni, əsli nəzər hər kəsin kitaba baxanda görərik. Əsli fətvalar kimində onu yazır, ya əsli fətvaları yazır, sonra onun yanında tozihləri ayrı adamlar ki yazıblar, onları da yazır. Bu qədim kitablara baxanda biz fətvaların yanında başqa fətvaları görəndə inana bilirik ki, bunlar heç birisi İslam deyil, heç birisi də İslamı təmsil etməz. Bunlar şəxsi insanların ki, din adına bir pul alırlar, yaşırlar, ya pul almırlar, yaşırlar, onların şəxsi düşüncələridir. Heç birisinin İslama rəbti yoxdur. Və məncə İslam yoxdur arada. Arada olan müsəlmançılıqdır. Və müsəlmançılıq eyni Yəhudiyyətə tay, Məsihiyyətə tay minlərcə, milyonlarca, milyardılarca ola bilər. Kitabın sonunda bir şey yazıbdır. Gedək görək ki, bu nədir? Görək bu hardan nəql edilir? Zeydün. Zeyd axəri. قد إسراح جواد القلم من الجولان في مزامر كتابة الفتاوی الشریف. Kitabın adı El-Fetava El-Şərifdir. في مزمار كتابة الفتاوى الشریف ən Yəd Əbdülfəqir yazan kimdir? Nəssax. Yəd çıxdığı üçün Nəssax gələcək. Nüsxəçi, Nəssax ya nüsxəçi kimdir? Nəssah yəni Əbdülfəqir Əbdürrəhman ibn Əhməd Əhməd Cəalallah Əl-Huda vəl
واتقى جعل الله الهدى واتقى وزاده وافر كل يوم علمه وزاده في غره seferül hayr seneyi sefer ayında yazıbdı seneyi tarixi nəsxi nüsxənin tarixi seferül hayr seneyi ihda ve seb'ine 70 ve me'ete 100 ve me'ete ve 100 ve elif 1100 ve seb'in 71 1171 hicri hamiden lillahi teala ala ni'amihi ve müselliyen ala nebihi Muhammedin ve alihi ecmaîn. Burada kitab beləsi qutarıbdır. Yəni bu kitabın tarixi düz yazılıb üstündə. Behcətül Fətava kitabın adıdır. Və Behcətül Fətava nə deməkdir? Əvvəl bunu tapaq. Soruşuraq ki, bunun bu haqda nə deyir? Behcət nə mənədəsən? Əli götürək. Behcət nə deməkdir? Və tamam, bu qədər yetər. Yəni behcət nə deməkdir? Elə bir ki, xoş demək gərək olsun, ya şad demək olsun, amma baxaq görək. Behcə söz kökü baxımından ərəbcədir və bir neçə gözəl mənaya malikdir. Klasik mətnlərdə və ədəbiyyatda çox istifadə olunan bu kəlmənin əsas mənaları bunlardır. Sevinc və fərəh. Bu kəlmənin ilk mənası sevinc, şadlıq və gözəllikdir. Bir insanın üzündəki parlaqlıq və xoşbəxtlik ayani olursa, ona behcətli deyirlər. Gözəllik və parlaqlıq əşya və ya mənzərə üçün işlədilində göz alan gözəllik, təmizlik və parlaqlıq mənası verir. Məsələn, bir bağın çox yaşıl və çiçəkli olması onun behcəsindən xəbər verir. Kitab adlarında istifadəsi sizin maraqlandığınız əlyazma mətnləri baxımından bu söz ümumiyyətlə kitab başlıqlarında çox keçər. Kitab adlarında ən xoş, ən parlaq və ən seçilmiş məlumatlar mənasında işlənilir ki, o mənada biz bunu gördük. Behcətül Fətavini burada yazıbdır. Behcətül Təvarix, Behcətül görək bunu əgər kopya eləsə çox gözəl olar. Ərəbcədə bəhcə, Osmanlı türkcəsində eyni mənalarda sevinç, gözəllik geniş istifadə olunub. Farsçada şadi və xoşallıq anlamında işlənir. Kitabı haqda bilgi verər misin? Görək ki, bu Behcətül Fətavi kitab haqqında bir nə deyir? Behcətül Fətavi 18-ci əsr Osmanlı dövlətinin ən önəmli hüquqi və şər'i sənədlərinin biri sayılan məşhur bir fətva məcmuəsidir. Bu əsər öz dövrünün Şeyxülislamı olan Yeni Şəhərli Əbdüllah Əfəndi tərəfindən təlif edilmişdir. Bu kitab haqqında əsas nöqtələr bunlardır. Tamam, bunlar qalsın, özümüz bunlara baxaq, sonra qeydərək bundan şeylərək. Kitabın dedik ki, bir 10 neçə səhifəsi 2, 4, 6, 8, 10, 12, 14, 16 səhifəsi fehristdir və sonra kitabın içinə gəlir. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi ahkama şer'i ala ahsenit tertib ve nizam ve ceale ulema'eş şeriati hulefâ'e rasulihi fi beyanil helal vel haram. Belə bir şey yoxdur. Peyğəmbər üləmanı xəlifi bəyanı helal və haram eləməyibdir. Belə bir şey yoxdur. Arz eləmişəm, Peyğəmbərdən iki şey bizə yetişibdir.
bir peyğəmbərin öz fərmayişləri, bir də Allah tərəfindən peyğəmbər iddia edir. Allah tərəfindən iddia etdiyi ki, bunlar Allahın tərəfindən gələn vəhyidir və olar. O vəhiylər bizə sənəddir. Əgər değişilməsə, yəni tarixdə değişilə bilər. O zaman ki, toplayıblar bunu bir kitab eləyərlər, değişdirə bilərlər. Çox değişmiş düşə bilər. Yəni bu çox təbiidir. Çox təbiidir. O zaman ki, yazılmayıbdır. Belə bir şey ola bilər. Əgər yazılsaydı ki, bizə tarixdə deyirlər yazılıbdı, 10 nəfər yazar varmış, küttab deyə bir şey vardı. Əgər yazılsaydı, elə ondananı qoyarlar bir-birinə. Olar ki, məsələn, mən yazmışam, sən yazmamısan, mən yazdığımı, yazmadığımı səndən götürürlər, sən yazmadığımı məndən götürürlər, bir dənə kitab düzələr. O halda ki, bunların hamısını yandırırlar zahirən sonra da. Yəni, belə bir tarix düzəldiblər ki, o 11 dənə, 12 dənə küttabın yazdıqları şeylər də Quranları da toplayıb, yazıları da toplayıblar, yandırıblar, bir dənə ortada bir kitab qoyublar ki, ixtilaf olmasın deyə. Yəni, Məsihiyyətdə bu ixtilaf olduğu üçün istəyiblər o ixtilafı aradan götürərlər. Deməyirlər ki, 10 dənə Quran var. 10 dənə fərqli Quran var. 10 dənə fərqli Quran olmasın ya 12 dənə fərqli Quran olmasın deyə gətiriblər, bunları toplayıblar, bir dənə eləyiblər. Burada bir çox ayələr aradan getmiş olubdur. Eyni halda deyirlər, adamlara deyiblər, hər kəs Peyğəmbərdən bir ayə eşidibdir, gəlsin bizə desin. Məsələn, biz onu yazaq. İndi hər halda mən bu şeyə dedim ki, yəni beləsi bir şey yoxdur. Üləma məmul adamlardılar. Ehtimalən də hafizə cəhətindən bəziləri güclü olur, bəzisi normal insanlardan da aşağı olarlar. Dedim, gücün yanında olduqları üçün, güc normalda bunlardan istifadə elədiyi üçün bunlara mövqeyiyyət verir, bunlara fətva verir, fətva veribdir. Və bunların fətvaları bizi çox müşkilə salıbdır. Məsələn, ən sonuncu Qacar dövründə fətva veriblər, gedirik cəhada, heç birisi cəhada getməyibdir, özləri. Ya indi məsələn, həmin əlan İranda, İran-Amerika savaşında fətva verdilər insanlar, bir iddəsi gəldi xiyabanda ölümə, orada burada ölümə, özləri, oğlanları, balaları, qızları filan, bəlli deyil, harada gizlində yaşırlar ki, bizə bir şey olar. Mən demirəm ki, rəhbərləri ölümə verək, yox, rəhbərlər hər halda qalmalıdırlar. Hər camiədə, sabah biz də dövlət qursaq, rəhbərlərimizi ölümdən qorumalıyıq, çünki toplumu rəhbərlər qabağa aparırlar. Amma bu o anlamda deyil ki, məsələn, filan kəsin oğlu da, qızı da, nəvəsi də, nəticəsi də hamısı bizim pulumuzdan geçsin, bir ayrı məmləkətdə kef eləsin. Amma burada kasıbların balaları geçsinlər, məsələn, onların kefi üçün burada ölsünlər. Ki, onlar çox pul qazanırlar, çox rahat yaşasınlar. Ya məsələn, Xameneyinin gəlini doğacaq, onu aparırlar, İngilistanda doğuzdururlar. Ki, İngilistan pasportu da ala bilsin, sicillisi də ala bilsin. Orada doğsun ki, ehtimal hər cürə mərizçilik, hər cürə ehtimalın qarşısı alınsın ya azalsın. Amma bizim adamlarımız, məsələn, şəhərlərdə, kətlərdə dava dərman tapa bilmirlər. Böyrəklərin satırlar yaşamaq üçün. Sən əgər doğrusan, gərək bu millət nə cür yaşır, sən də o cür yaşayasan. Sənin özəl gərək vəziyyətin olmuyor. Tabiətən dedim, yəni rəhbərin özün vurmaq lazımdır. Yəni yoxsa məsələn onu öldürsələr məmləkət qatışar. Amma bu da 1-2 nəfərə, yoxsa ya 100 nəfərə, yoxsa beləsi də olmaz ki, elə hər kəs yerindən qalxa, mən filanam başlaya bu məmləkətdə hər nə iş görür görə, ya həddhədsiz, hesabsız, kitabsız bir şeylərə əl aparam. Hər halda deyir ki, fi bəyanil həlal və haram sallallahu teala aleyhi və səlləm və əla sairil ənbiyayil izam və əla alihi və əsiyyibihi və əsiyyibihi madaməti şuhur vəl-əyyam və bə'd. Fəyəqulul fəqir ilallahil ғəni Muhammed fəqihil eyni lillah der əllami zamanına. Burada bir deyir, fəyəqulul fəqiru ilallah əl-ғəni Muhammed fiqhiyil əbniyyə lillah. Əl-büniyyə lillah ola bilər, əbni yazıbdır. Ehtimalən bu şeyin adı olacaq, biraz oxuyaq əlbəttə, sonra qeydib bunu yazarıq. Nəzərimə gəldi ki, istədim yazım, amma dedim, bəlkə yox. Fəyəqulul fəqiru
ilallahil ganiyyi Muhammed fagihiyil abni lillah der dür allami zamanina ve ferid avanina menbe'i uyun rivaye مشرع متون دراية زين الملة الحنفية صدر العلماء الحنفية ناصر الشريعة القديمة سالك الطريقة المنزمية منزمة مظهر الأحكام الريانية müfti Seltenetil İslamiye El-Osmaniye Mevlana. İndi müfti budur. O üstteki yazandır. İhtimalen nüsxəçi Əbdülrəhman ibni o değil. Bu da bir ayrı adamdır. O dedi ki Nəssah İbni Əhməddir. O Nəssahdır. Yazan bu olacaqdır. Yazar Muhammed Fighi El-Eyni olabilir. El-Abni lillah. İhtimalen beləsi bir adı olacaqdır. Amma fəqih kimdir? Fəqih kimdir? Mevlana Əbülfəzl Əbülfəzl Abdullah Əfəndi Yekşəhirli Yekşəhiri Şəhri şəhri. Bu calibdir. Ben bunu okuya bilmedim. Bunu lazımdır. Bunun adını yazsaq görək ki bizə nə deyəcəkdir. Bəlkə bunun adı bu şəhrin adını da oxuya bilək bizə yaxşı olar. Mevlana Əbülfəzl Abdullah Əfəndi Əlikişəhri. Görək ki, bu Əbülfəzli qələt yazmışam. Əbülfəzli düzəltdi. Bəli. Sizin qeyd etdiyiniz Mevlana Əbülfəzl Abdullah Əfəndi Elini şəhri Yeni Şəhərli. Yeni oxunacaqdır. Yeni Şəhəri əslində yuxarıda bəhs etdiyimiz məşhur Behcətül Fətava əsərinin müəllifidir. Fəqih bu deyir, müəllif budur. Əsərinin müəllifidir. Osmanlı elmi və hüquqi tarixində çox böyük məqamı olan bir şəxsiyyətdir. Onun haqqında bəzi dəqiq məlumatlar bunlardır. Adı Əbdullah, künyəsi Əbülfəzl, ləqəbi Yeni Şəhərli üçün Yunanistanın Yeni Şəhəri Fənar bölgəsində idi. Ailəsi o Behcəti Əbdullah Əfəndi kimi də tanınır. Behcəti Əbdullah Əfəndi. Behcətül Fədai, burada da olar Behcəti Əbdullah Əfəndi. Tamam, o cür də tanınır. Behcəti tamam, burada adı vardı. Kitabının adına görə Şeyxülislamlıq dövrü. O, Osmanlı tarixinin ən maraqlı dövrlərindən biri olan Lalə dövrünün Şeyxülislamidir. Sultan Əhməd Salisin dövründə təxminən 12 il bu məqamda qalıb. Lalə dövrünün məşhur sədr-əzəmi Nuşəhərli damad İbrahim Paşa ilə sıx əməkdaşlıq edib. Tarixə keçən fətva mətbəə. Əbdullah Əfəndinin ən önəmli tarixi addımlarından biri İbrahim Mütəfərriqəyə ilk türk mətbəəsini qurmaq üçün verdiyi şəri fətvadır. O, kitabların çap olunmasının elmi yayılmaq üçün faydalı olduğuna hökm verərək Osmanlıda mətbəənin rəsmiləşməsinə yol açdı.
Behcətül Fətavanın özəlliyi. Bu kitab yazarkən o, özündən əvvəlki fətva-i məcmuələrin təlxis edib, qıssaladıb və onları daha aydın bir dil ilə tərtib edib. Əsərində həm ərəbcə, həm türkcə qaynaqlardan istifadə edib. Axir ömrü 1730 miladidə ilində Patrona Xəlil üsyanı nəticəsində Lalə dövrü bitdikdə o da vəzifəsindən kənarlaşdırılıb və sürgün edilib. Nəhayət 1700 filanda ölübdür. Bir önəmli nöqtə, sizin ilk mesajda paylaşdığınız şəkildəki möhürdə keçən Seyyidi Şəhirli unvanı ilə Yeni Şəhərli unvanı köhnə xəttdə bir-birinə oxşar yazıla bilir. Ancaq bunlar fərqli adamdır. Behcətül Fətavi sahibi Yeni Şəhərli Əbdullah Əfəndidir. Möhür sahibi isə görünür ki, o nüsxəni o kitabxanaya saxlayan daha... Tamam. Bu da buradan geçək qeydaq kitabımıza. Bunu tapdıq. Bu da bunun adı. İndi dedi ki, Osmaniyə Mövlana Əbülfəz Əbdullah Əfəndi Əl-Yeni Şəhərli olacaqdır. Əl-Yeni Şəhəri fəqədə bəzlə cəhdihi fil iftai lizul hacati və fətəhə أقفال أبواب الخفة والخيرات أبواب الفكر والخيرات وغاص بحار الفكر واستخرج منها أجناس القواعد الدرر وأنواع الجواهر الغرر وفاق على مستبنى الصابزين به نشر ما استخرجه على المستنبزین به oxuya bilmirəm bu kəlməni nədir və sarə ma cəmiə min xəttihil mübarək öz xəttindən minəl fətavi kitabən əzimən özü yazıb bu kitabı. Bu yəni müəllif yazar əslində gələk deyək ki, yazar Məhəmməd Fəqihi Əl-Bəni bu nüsxəçi bunu gələk yazaq. Fəqih və yazar. Əslində budur, amma bu Məhəmməd Fəqhi Əl-Əbniyəllah Əl-Əbniyəllah nə deməkdir? Bu nə karədir burada? Görək nə deyəcəkdir. Və sarə min cəm'i xəttihi əl-mübarək minəl fətavi kitabən əzimən əl-fəvaidi kəsirəl əvaidi cami'ən əl-muhimmati əl-mətalib şəriyyəti haviyatuz حاويا لأصناف النوادر الفرعية إلا أن أكثر مسائله قد وقعت في غير محلها لمساهلة الجامع الأول وإني لما استسعدت بخدمة العلماء Üləbai və telmiz. Üləma olacaq, ülpa yazıbdır. Bi xidmətil üləma olacaqdır. Üləma və tələmməzdu ənhu. Və tələmməzdu ənhu. Mən ondan oxudum. Mədəul fətiya və əxəztu xəttən və əframə müəyyid fəvaidə və zəxərən vafirən min Məzmuretil əvaidi ərəddu filan. Hər halda kitab Haza Kitabül Müstetab bu gəlir yetişir bura. Buracan feylən ərəbcə yazıbdır. İstir tozih versin ki, mən bu yazan, yəni Məhəmməd Fiqhi Əl-Ənəvi bu kitabın yazıların fəqihin özündən almışam. Fəqihin bunu yazar yazmayaq, elə yazar o deyil, bunun fətvalarıdır. Fəqih və fətva yazaq daxil. Tamam. Bu o deyil. İndi Haza Kitabül Müstetab liyəsiləl ittilai ələ təfariqil
vaqiat ve yurgabi fihi kullu men yergabu fil muhimmat fecema'tu menşuri cevahiril feraid. Adı ihtimale buradır. Menşuri cevahirül feraid ve menşuri tefasilül fevaide hu fîmâ yenâsibehu minel ebvab. Toplayıptı bunları ebvablara, bablara bölüptü. Vel fusuli ala tertibil müsennefatil el-fucul ihtimalen ve elhaktu ila zalikel mecmu, biraz da özü izafe edipti. Ma afta bihi ba'dehu, hatta o ölenden sonra da fetva verilenleri değil ben izafe edim. Minel mesailil vaqiati tezidu ala miqdaril evvel. Evveldekine elave edipti. Ve esbettu fil mehamişi, qıraqlarında, mehamiş yani qıraq yazılar. Ya القراء yazı desək daha yaxşıdır. Fil mehamişi nəqli kullu məsələtün bi xudai bi necdaiha min mü'teberati meşayixina bi babiha ve fesliha min gayril təğyiri li ibaratihim. Deyir, yazılarını amma değişdirməmişəm. El-müstefidetün və elfazihim المستملحة ليعتمد عليها المفتون والأحكام في إفتاء ve feslul xisam. Hər halda deyir ki, kəlmələrini də işlətmişəm ki, mənalar değişməsin. فَلَمَّا صَارَ ذَلِكَ كِتَابًا مُرَتَّبًا لَا يَنْقَضِي أَجَائِبَهُ ve asran cemilen la yentehi garaybehu. Bir daha deyir ki, kitap düzəlməsi çox gözəl bir şey oldu. İnsafen de gözəl yazılıbdır və gözəl də tərtib olub. Yəni qıraqdakı fətvalar da ki görürük, onlar da çox gözəldir. Sümmeytu Behçetel Fetavi. Səmmeytuhu, mən ona ad qoydum, Behçetel Fetavi. Behçetel Fetavi və münteha məqsudi. Mənim intihai məqsudum, istəyim nədir? أن أخزم بذلك حضرته العلية وسدته السنية حتى يكون راضيا عني لأنه أسبغ على إحسانه أسبغ الله عليه عفوه وغفرانه إنه ولي الحاجة والتوفيق ولي الإجابة والتوفيق. Burada bir kəlmə yazılıb gedibdir. El-Məsail-i mütəəlliqəti bi etiqadat. Əvvəl gəlir etiqadat haqqında danışır. Bu ərəbcə yazıb bunu. Bu yazan müqəddəmən ərəbcə yazıb. Amma gedək görək sual nədirdir? Müslüm olan Zeydə nə millətdən sən diyu sual olunduqda milləti Muhammed sallallahu teala aleyhi və səlləmdənim demək gərək, yoxsa milləti İbrahim aleyhisselamın dənəm demək gərək. Sual soruşublar ki, biri soruşur ki, hangi millətdənsən? Millət burada din anlamındadır. Hangi dindənsən? Deyir ki, burada sual soruşur ki, biri məndən soruşsa ki, ya biri birindən soruşsa ki, dinin nədir? Mən indi burada din deyirəm. Millətin nədir? Milləti Məhəmməd demək yaxşıdır, ya milləti İbrahim demək yaxşıdır? Deyir, əl-cəvab milləti Muhammed sallallahu teala aleyhi və səlləm denim demək gərək. Gərək deyək ki, milləti Muhammed sallallahu aleyhi və səlləm dənəm demək gərək. Kitab başlayır 2-ci səhifənin aşağılarından türkcəyə, yəni əvvəlcə bir müqəddəmə ərəbcə dedi, özünü tanıtdırdı, bu bəlli oldu. Bu kitab 3 dənə əldən keçibdir əslində. Əsli yazan fətvaları o fətva verənlərdir. Yəni biri də sual soruşublar, yazıblar, biri də o suallara cavab yazıblar. Bu sual cavablar özləri ayrı-ayrı bir yerdə toplanmışmış bir yerə məsələn. Sonra bir nəfər gedib Məhəmmədi bunların içində əsli bu kitab 2 yerə dedik bölünür. Bir vərəqin ortasında çərçivənin içində, bir də qıraqda bundan eşikdəki yazılar. Qırağın o çərçivənin içindəki yazı Mövlana Əbülfəz Əbdullah Əfəndi Yenişəhərli yazıbdır. Onun fətvalarıdır, toplanıbdır. Qıraqda isə o fətvalarca o birisilər yazıblar. Bunları toplayan kimdir? Bu həm o
Əbülfəz Molana Əbülfəzlin fətvalarını, həm o birilərinin geçmişdə və sonralar, həm geçmişdə yazanlar ondan öncə, həm ondan sonra yazanları toplayan adam kimdir, yazan kimdir? Məhəmməd Fəqihi Əl-Əbni Lillah, belə bir adı var. Bunu, indi bu yazılıbdır. Bu hangi ildə yazılıbdır? Onu burada şey dedi ki, ChatGPT bizə, ChatGPT yox, Cibnay bizə dedi ki, bu ehtimalən, bunu deyək, tarixləri hicri yazsın. Tarixləri hicri mi yazarsan? İndi burada tarixlərə baxanda görürük ki, bu adam deyir 1130-la 1143-ün arasında yazıbdır. Bu Şeyxülislam. O zaman yazıbdır. Vəfatı da 1156-da olubdur. Bəs beləsi yazaq. Buna bir ayrı rənglə yazaq. Yazaq ki, Şeyxülislam hangi ildə? 1130 ilə 1143-cü illər arası hicri Şeyxülislam olubdur. Vəfatı ha vaxtı? Vəfatı 1156-da olubdur hicridə. Tamam, bu nə deməkdir? Bu kitab bunun fətva verən dövründə yazılıb. Yəni, bu 13 ildə yazılıbdır. Yəni, əgər istəsək deyək ki, bu kitab ha zaman yazılıb, əsli, yəni o bir yerə toplanmamışı ha zaman yazılıbdır, onu gərək burada gedək deyək ki, indi biz hangi tarix deyirik? 1447-ci il deyirik, bundan çıxsaq, deyək ki, 1143-ü deyək ki, axırın fətva 1143-də verir. 1143-də çıxsaq, bu adam 304 il bundan öncə bu fətvaları veribdir. Bundan sonra da fətvalar veribdir, ta bu adamın özünə görə. Bunları toplayıbdır. Bu adamın deyək ki, 56-da da ölübdür bu, 1156-da. Hududən 300 ildə, yəni deyək 300 il bundan qabaq bu kitab yazılıb, toplanıbdır. Amma bir nəfər adı Əbdürrəhman ibn Əhməd 1171-də, yəni bu kitabda bu adamın öləndən 14 il sonra bu kitabı yazıbdır. Yəni Əbdürrəhman ibn Əhməd bu kitabı bu fəqih öləndən 14 il sonra başlayıb, 15 il sonra başlayıb yazmağa. Yəni bu kitab hududən deyək ki, bu kitab şimdi bizim əlimizdə var, bu yox ha. Bunun əsli, çünki bu ola bilər bir ayrı nüsxə olsun. Biz bu nüsxəni dedik ki, yazar kimdir? Nəssaq da Əbdürrəhmandır. Bu indi əlbəttə o yazdı ki, 1171-də yazıb bunu. Axırdaydı da, bu kitabın axırına bir də baxın. Bəli, bəli. Bu kitab Nəssaq, bu nüsxə. Bu nüsxə ki, əlimizdə vardı, 1171-də yazılıbdır. Əcəba bundan öncə də yazılıb, yazılmayıb, onu bilmirəm. Amma bu yazıldığı çox da gözəl bir şəkildədir. Gözəl şəkildə olduğu deyirəm, bəlkə birinci olmayacaqdır. Amma ola da bilər ki, baxın, birinci yazı olsun, əsl yazı olsun. Bəli, dərbar kitabı olduğu bəllidir. Yəni, hər tərəfinə baxanda adam bunu görür ki, bu dərbar kitabıdır və çox önəmli bir yer daşıyır. Qeydduq yenə kitabımızın məsələlərinə. Deyir ki, Dar-ı İslamidə təvəllüd edib müslim olandan Zeyd-i Aqilə, biraz bunu yekəldim, görüm necə olur. Sual soruşur bir nəfər ki, Dar-ı İslamidə, Dar-ı İslam yəni müsəlman torpaqlarında, və müsəlman ailədə, Dar-ı İslamidə təvəllüd edib müsəlləm oğladündən Zeyd-i Aqilə balıq olub. Müsəlləm oğladı, müsəlman oğladı da onu dedim. Deyir, yekəldi, Zeyd aqilə balıq oldu. Deyir ki, yekəldi, əqillidir və balıq oldu. Yəni, birisində yetişir ki, özünü idarə edə bilir. Balıqlığı İslamda bəzi, İslam tərif eləməyib buluq şeyin. Bunu da soruşa bilirik ki, əlbəttə belə bir ciddi hökm verməyim. Əcəba, Qur'anda buluq haqda bir ayət varmı? Bu da buluq haqqı şeydə toplumdan topluma fərq edir.
Bəzi toplumlarda insanlar tez yekələ bilirlər, tez topluma girə bilirlər, tez toplumda işləyə bilirlər, gözlərini saxlaya bilirlər. Bəzi toplumda uşaqlar evdə qalırlar, zəif qalırlar, topluma girənmirlər, danışqahı qutarır, iş başlaya bilmir. O buluq deyil, buluğa çatmayıbdır. Düzdür, erkəksəl ya qadınsəl hormonları işə düşübdür. Amma o özünü idarə edə bilmir. Özün əql olaraq, təcrübə olaraq, düşüncə olaraq, savad olaraq, iş qaynaq, pul, ya indilik də pulda, yəni bir şey qazanıb özünü saxlamaq haqqında bunların şeyləri yoxdur. Yəni danışqahdan çıxıbdı, deyək ki 27 yaşı var, 28 yaşı var, 30 yaşı var. Hala gedib ən aşağı hüquqla işləməlidir, hala gedib öyrənməlidir, hala niyə gəliri yoxdur özünü saxlamaq. Buna buluq məncə buna buluq demək olmaz. Buluq o zamandır ki, bir dənə uşaq görürsünüz ki, məsələn bir dənə mən tanıdıqlarımdan desəm, məsələn bir Seyid var idi, dədədən yetim qalmışdı, nənəsi ilə yaşırdı. Məsələn bu həm ilm məhz almışdı, da girmişdi özünü saxlamaq üçün, yəni bunlar özlərini saxlamaq üçün məsələn girmişdi alverə, fulana, bəhmana, canavar olmuşdu adam. Yəni bilirdi ki, bazarda nə cür alacaqdı, nə cür eləyəcək. Amma məsələn mənim kimi bir adam onda məsələn deyək ki, məndən yaşlıdır, 24 mənim yaşım var, 24 də onun yaşı var. Ya biraz az o yaşı danışmırıq. Amma məsələn mən gedəndə bazara məsələn başıma kələk vururdular. Hər şeyi izafə mənə sata bilərdilər. Mən utanqac, məsələn, indi də utanqacam, amma utanqac, məsələn, mən bəhs eləmirəm, çənə vurmuram, dartışmıram, alacaqsan filan bəhman. Amma o, məsələn, gedirdi, gördüyüm bir şey deyirdilər, məsələn, deyirdilər 1000 tümən, adam gəlirdi, alırdı, məsələn, 300 tümənə, 200 tümənə. Yəni, bu qədər şey dirəşirdi. O, uşaqlığında 10 yaşında şərait onu buluğa yetiribdi. Mümkündür ki, hormonlarında buluğu yoxdur. Amma toplumda buluğu var. Yəni toplumda yaşamaq, özün saxlaya bilər, özün qoruya bilər. Məsələn, savaşçıl olur bəzən. Yəni toplumda özünü saxlamağa çalışır. Bu, məncə toplumda buluq tərif olur və toplumda da adamdan adama buluq fərq edir. Amma görək Quranda deyir, bəli, Quran-ı Kərimdə buluq, ərgənlik və yetişkinlik mərhələsi haqqında bir neçə ayədə bəhs olunur. Bu ayələr həm hüquqi, həm də tərbiyyəti baxımdan önəmli hökmlər üzündə birləşilir. Mən bilmirdim, vaqəən belə bir şey var və yox. Ən məşhur ayələrdən bunları qeyd etmək olar. Surə-i Nisa ayə 7, yetimlərin malı və buluq. Bu ayədə buluğun nikah, evlənmə yetkinliyi mərhələsindən bəhs olunur. Nə deyibdir? Görək burada nə deyibdir? Vəbtulul yetama hətta izə bələğu ən-nikahə fə in anəstum minhum rüşdən fədfəu iləyhim əmvaləhum. Yetimləri evlənməyə çağına qədər, məsələn, cavan uşaq 12 yaşında özünü möhtəlim eləyə bilir, 13 yaşında özünü qalıb insandan insana dedim fərq eləyə bilər, amma 12-13 yaşında bizim uşaqlıq zamanlarımızda adam özünü möhtəlim eləyə bilirdi. Yəni ola bilirdi belə bir şey olsun. Yuxuda görür ki, bir ayrı cinslə tərəfdədir. Hormonlar gəlir eşiyə. Əcəba bu buluq hesab olur mu? Bu mənim öz iradəmdə deyil ki. Mənə buluq məncə insanın iradəsi ilə hesablanmalıdır. Burada görək nə deyir? Vəbtülül yetama hətta izə bələğu. Yetimləri evlənmə çağına, buluq nikahına çatana dək imtihan edin. Vəbtülü ibtila edin ehtimalən imtihan mənasına tutubdur. Məncə də bu imtihan edin gözəl sözdür. Görün ki, buluq çağına yetişdi. Görün ki, bu məsələn qızda ya oğlanda. Görün ki, oğlan eləyə bilər bir dənə xanım qızı ala saxlaya, onun yemağın, içmağın verə, əmniyyətin qoruya, nə bilim, uşağı doğsa onu saxlaya biləcəkdir, paltarın, yemağın, içmağın alacaqdır. Məsələn, icarəsini, ən azından niyə əşyağı səviyyəsi budur, eləyə biləcəkdir, evin kirayəsini versin. Eləyə biləcəkdir, yemağı, içmağı, paltarı, dava, dərman, mədrəsə falan bunları yetirsin. Birincisi bu, beləsi imtihan eləməlidir. Yəni,
Bu ayətdən bu çıxar. Yəni imtahan eləyin, yəni bu cür söyləyin. Görün ki, bu adam özünü saxlaya bilər. Qız olsa məsələn, indi bir toplumlarda qızlar işlirlər. Mən burada yaşadığım yerdə, yaxın yerində görürəm qızlar məsələn 14 yaşından gəlirlər, mədrəsədən çıxırlar, gəlirlər axşamlar dükkanda işləyirlər. Çox ağır işlər görürlər. Çox ağır işlər, yük daşıyırlar. Yəni məsələn görürəm ki, hər halda çalışır işləyə. 14 yaşı var, çalışır, bir pul toplur, maşın alacağam, filan eləyəcəm, evinə köməklik edir, banka qoymağa çalışır, gələcəyinin bərnamələrini görür. Məsələn, bu acaba buluq burada olubdu, yoxsa olmayıbdı? Əgər onlarda əqilcə, indi burada əqilcənin hardan gəldiyi bilə, fəanəstü minhum rüşdən, rüşd kəlməsi burada əql deyir. Rüşdən, əqilcə bir yetənəklik rüşd görsəniz, əqilcəni özündən qoymuşdu. Rüşd, yetənəkli görsəniz, mallarını özlərinə qaytarın. Məncə burada tərif eləmir. Fəqət deyir ki, ibtila eləyin. İndi ibtila adamdan adama fərq olar. Birində elə bilər ki, 30 yaşında da buluğa yetişməz. Məsələn, nənə ilə gəlinin arasında müşkül var. Bunu nə cür çevirəcəkdir? Əgər burada çevirə bilmirsə, buluğa yetişməyibdir. Gəlin əgər eləyə bilmirsə, qaynananı idarə eləsin, buluğa yetişməyib, məncə. Yəni, buluğun sin hesabı deyil. Bəzi mollalar fətva veriblər, qız uşağı ilə də filan eləmək olar. Yəni, məsələn, 1 illik uşağına. Yəni, ya 3 illik uşağına, ya 4 illik. Bu, onun şəhvətindən qalxan bir məsələdir. Onun şəhvəti deyir ki, bir dənə qız uşağı ilə də özünü sən rahatlat. Bu, İslam da deyil, Qur'an da deyil. O, özünün şəhvətinə bir yol tapır, adını qoyur İslam. Fətva. Bu deyil. Sure-i Nur ayə 59. Və izə bələğəl ətfalu minkum hülmə, yuxu gördülər, yuxuda ehtimalən özlərini boşaldılar. Fəl yəstəzinu kəma istəzinəl-ləzinə min qəblihum. Sizin uşaqlarınız buluğa çatdığında, hülüm çatdıqda, özlərindən böyüklər izin istədikləri kimi siz yanınıza girəndə izin istəsinlər. Sizin yanınıza girəndə, deyir, burada buluq deyil burada məncə. Burada da uşaq bir sinnidən sonra anlar ki, mənim dədəmlə nənəm bir ayrı işlər görürlər bir-birləri ilə. Bu mərhələdə deyir ki, uşağı deyin, qapıdan girəndə qapını döysün, gəlsin içəriyə. İcazə alsın, gəlsin içəriyə. Sizi o vəziyyətdə görməsin. Deyə belə bir şey. Buradan da buluq çıxmır burada. Burada buluq çıxmır. Burada anlaşmaq çıxır. Uşaq bir qavramları anlaya bilir. Ora. Sure-i Ən'am ayə 152. Qur'anda yetkinliyin ən övcü nöqtəsi üçün əşəddi kəlməsi istifadə olunur. Nə deyir? Və la təqrəbu maləl yetim illə billəti hiyyə əhsən hətta yəbluğa əşəddəhu. Əşəddəhu, yəni yap belə gücünə yetişə. Savaşa bilə, malını qoruya bilə, malından ötürü savaşa bilə. Məsələn, bəzi adamın 70 yaşı var, malından ötürü savaşa bilmir. Çox rahatca başına kərək vurub əlindən ala bilirlər. Çox rahatca. Bu, buluğa yetişməyib hələ. Çünki əgər malını saxlaya bilmirsə, əgər ailəsini qoruya bilmirsə, əgər ailəsinin haqqını qoruya bilmirsə, məsələn, mən bu sosial mediada görürəm, deyir ki, əgər bir adam çox əsəbani olur, çox şey edir, söyüş verir, ya çox vurur, filan bəhman, bu sizi çox sevdiyindəndir. Beləsi bir şey yoxdur. Necə ki, belə bir şey? Əslən, belə bir şey yoxdur. Bu adam buluğa yetişməyibdir. Bu adam uşaqlıq həyəcan dövrəsində qalıbdır. Buluğun ən mühüm məsələsi budur ki, əsəbani olanda özünü kontrol edə biləsən. Əgər bir dənə uşaq, məsələn, mən bir nəfər tanıram, 17 yaşında mənlə bəhs eləyəndə bəzən görürdüm ki, özünü utqunur, dururdu, gedirdi. Yəni, əsəbani olurdu, amma görsətmirdi, durur, gedirdi. Bəli, mən öz yaşıma baxanda görürüm ki, mən əsəbani olanda, məsələn, ucadan qışqıra bilirdim, məsələn. Ya, ucadan danışa bilirdim. Bu, bunu demək ki, mən 17 yaşımda, 18 yaşımda buluğa yetişməmişəm. Amma
Bu məsələn 14, 13, 12 yaşında bəlkə yetişibdir buluğa. Yəni fərqli ağıl cəhətindən, əksüləməl cəhətindən ki, hırsın kontrol eləmək cəhətindən buluğa yetişibdir. Amma buluq fəqət burada deyil. Çoxlu şeylərdə var, təəssüflə bu olmur. Məncə Quranda buna bir yaş yoxdur ki, deyirlər 9 yaş falan, bu cür bir şey yoxdur. Mən görmürəm. Xülasə olaraq Quranda buluq dövrünü 3 əsas kəlmə ilə ifadə edir. Bəlləğun nikah, evlənmək qabiliyyəti, üzr istəyirəm, ya belə kiçiklikdə də uşağa təcavüz edirlər. Yəni o qabiliyyət onun evlənmək mənasına deyil, buluq mənasına deyil. Bəlləğəl hülmə, fiziki buluq və ehtilam dövrü. Gəndə dedim, bu 12 yaşında da ola bilər, tez də ola bilər, bir vaxt ola bilər. Qalıb ki, uşaq nə qədər bu ər-arvad məsələlərinə tanış ola bilir, ya eşidə bilir, ya görə bilir. İndi də ki, xüsusən sosial mediadır. Allahu Əkbər. Bəlləğə əşəddəhu, bu da bədəni və əqli yetənliklərinin tam olması məmulən 18-40 yaş arası yazıb burada. Məmulən 18 yaşda indiki toplumlarda heç bir uşaq balıq ola bilməz. Çünki hələ mədrəsədə dərs oxur. Bu adam istəyib balıq ola, gərək mədrəsədən gedə məsələn danışqaha. Ya danışqaha getməyə gedə kolləcə, ya kolləcə getməyə gedə işə. Gedə bu adam bir neçə il işləməlidir ki, məsələn Kanadada desək, ayda bir pul çıxada bilə, eləyə bilə evinin icarəsini verə filan. İndi mən Kanadanı deyirəm, indi İranı demirəm. İranda daha vəsxəratdır. Kanadada mən gedib gündə 8 saat işləsəm, saatı da 17 dolar yarıma işləsəm, tapsam bunu, diqqət buyurun, burada bir hesab eləyək, görək ki, buluq nə cür olacaqdır. 17 dolar yarımdan bunu çarpsaq 8 saata olar bu. 140 saat, 140 dolar gündə. Bunu çarpsaq həftədə 5 günə, çarpsaq 5 günə olar həftədə 700 dolar. Bunu çarpsaq 4-ə ayda elər 1208 dolar. Bundan %13. Bundan minus indi burada %13'ü necə çıxacaq? 13. İndi bunu əgər tapa bilsəm ki, necə çıxacaq bunu? Bu 2800, gedək burada ayrı maşınında görək ki, persenteci niyə yoxdur bunun? Buradadır. 364 doları gedər dövlətə. İndi bunun yanında maliyyatı var, maliyyatdan sonra bunun biyməsi vardı, nə bilim, nəyi vardı. Burada bir heç olmasa əgər sendika üzvü olsa sendika çıxacaqdı, yəni çıxacaqdı, o da orada çıxacaqdı. Məsələn, burada bir 150 dolarda, 100 dolarda getsə, bu olar düşəcək 2300 dolara məsələn deyək. 2300 dolara istəyə bir dana bir otaqlı ev kirayə eləyə. Torontoda ki, zoru çatmaz. Çünki 4000 dolar, 3000 dolardan o üz bu üzədir. Bir dana otaq tanıdığım mən biri icarə eləyibdi. Tanıdığım 1800 dolar verildi bir otağa. Yəni bir dana evdə 6-7 otaq bölüblər. 6-7 otağın birinin hərəsini veribdi 1-2 nəfər icarəyə. Bu adam özü tək bir otaq tutmuşdu, 1800 dolar verirdi. İndi deyir, daha yaxçı verirəm, bir gedib bir ayrı yerdə, biraz da aşağı yerdə. Əlbəttə bunların hamısı aşağı yerdə olur. Məsələn, gedib 1400 dolar alır, çox da sevinir. 1400 dolar buna versə, şeydən, kirayəsinə, qaldı 1036 dolar. İndi buradan maşın biyməsi verəcək, telefon verəcək. Mən də bunların hamısını çıxa bilirəm. Yəni, maşın biyməsi yaxşı, məsələn, ayda 300 dolar, ayda 300 dolar, üzr istəyirəm bunu mən, 300 dolar üst-üstə maşın biyməsi versin. Təsadüf eləsə, Allah göstərməsin, bir çıraq qırmızı zadı geçsə ki, onda biymə gedəcək üstə. Ayda bir telefon alsın, telefonu, interneti, deyək ki, 70 dolar da buna versin. Bunu şey eləyəcəm, çıxım. Silmişəm gedibdir. Yəni, gələcək görəcək ki, bu adam eləyə bilər, əcəba bir dana xanımı saxlasın ya yox, bir dana otaq. İndi bir dana bir vahid istəyir, bir dana otaq, bir dana salon, aşpəzxanası, tuvaleti olsun, özünün ixtiyarında olsun, kilidi salsın, girsin içəriyə, ayrı adam bura girmədə haqqı olmasın deyə, əgər bir yer tutsa müstəqil bir yer,
Yap belə ucuz yerdə 2400, 3000 bu hududdadır. Yəni 2400-lə tutun gedin üstə. Yəni adam çox rahatca bunu tapa bildik. Əcəba bu adam eləyə bilərmi? Gündə 17 dolar saatı işləməklə, 17 dolar yarım işləməklə məsələn bir dənə zindicanlığı. Onun üçün Kanadada qızlar da, oğlanlar da işləməlidirlər. Yəni ər-arvad ikisi də işləməlidir. Ki ortada hərəsi məsələn 2300 gətirə, əgər şey işləyərlər, 2300 gətirərlər, onlar məsələn 4600, 4600-lə eləyə bilərlər ki, geçinələr. Məsələn, bunlar gedib bir dənə 500 min dolarlıq həyət ala bilməzlər. Bir dənə 1 milyonluq həyət ala bilməzlər. 1 milyonluq həyət alsalar, deyək ki, hər 100 minə 500 min, hər 100 minə 500 dolar ayda, ən azı da, ya deyək 0. 500 dolar bancaq yetərsələr, 1 milyon deyilər 5000 dolar ala bilməzlər. 500 min deyilər 2500 dolar, onu da eləyə bilməzlər. Evin qazı var, bərqi var, suyu var, fazilabı var, nə bilim, xərab olur, bunları almalıdır, yemək var, içmək var, hər şey var. Yəni, bunların hamısı buradan gəlir gedir. Yəni, tək onlar deyil. Bu, əcəba bir dənə oğlan ya bir dənə qız eləyə bilər ki, 24 yaşında bir evi saxlasın, bir uşağı oldu, onu da saxlaya bilsin, o ər-arvad işdir ha. Məncə, onun üçün bu buluq məsələsi çox ciddi bir məsələdir. İslam açıq qoyub qabağın. Şəraitdə bir zamanlarda dədənindən gəlirdi, deyirdi ki, oğlum evlənsin, uşağım çox olsun. Həm savaşmaqda, həm də ki, məsələn, mən gedirəm bir yerə, oğlum bunu aparır, otarır, qoyunumu aparır, otarır, dəvəmi otarır, nə bilim, bu bir şey. Çobanlıq edir, gedir, işlir, bir şey gətirir evə. Bu olurdu. Gedirdi, gəlin gətirirdi, kiçik bir gəlin gətirirdi, qalırdı burada. Və bu yavaş-yavaş getdi, bəzi böyük adamlar gedirlər, kiçik qızlarla evlənirdilər. Hətta kiçik qız deyəndə, məsələn, nəinki 8 yaşı, 9 yaşı, 10 yaşı. Amma nə cür deyim? Məncə hətta məsələn Ayşə Həzrət anamızın məsələn peyğəmbərlə evlənməyə haqqda çoxlu yalanlar var. Ki məsələn 9 yaşında evlənibdi. Məncə bunlar çoxu yalandır. Buna görə mollalar tarixdə bunu deyiblər, özlərinə yol açarlar kiçik qızlarla evlənmək üçün. Hər halda mən fikirlərim çox sözü uzatdım və kitabdan da getdim qırığa. Bu qədər görər, bu fətvalardan bəlkə gələnki proqramda bir neçəsinə baxarıq. İndilikdə bu qədər yetər. Bu günləri iki kitabla tanış olduq. Birinci, çox fərqli əl yazma idi. Bunu qabaqcan da oxumuşdum. Nəhəcül Məsluki fi Siyasətil Muluk adında bir kitab idi. Əhməd Ratib Həririzadə adlı bir insan bunu yazıbdı. Tarix 1237-də zahirən yazılıbdı Sultan 1. Əbdülhəmidin zamanında. İkinci kitab Behcətül Fətava idi ki, indi baxdıq və çox da oxumadıq. Bir səfə yarım oxuduq, 2 dənə də fətvadan oxumağa çalışdıq ki, dedi, Dar-ı İslamdə təvəllüd edib müslüm olandan Zeyd-i aqilə baliğ olub kəlməteyni şəhadətini tələffüz edər olduqda Zeydün müvacəhəsində Haqqı Teala vardır və hər kişinin, hər şeyin Rəbbidir, hər şeyin Rəbbidir və həlalləri vardır və kitablar inzal-u rəsulü irsal etmişdir. Bə'dəl mevt be'sət vardır və xeyr-ü şər Haqqı Teala həzrətlərindəndir deyib, bə'dəhu Zeyd bu zikri oluna umura inanıb təsdiq etdicim dediklərində Zeyd inandım, təsdiq etdim desə, bu mərtəbə ilə Zeyd mömin olmuş olurmu? Cavab olar. Əgər deyir, yetişə bir yerə ki, bunları iqrar eləyə ki, mən Həzrət Rəsulu kələmə-i şəhadəti gətirə, həlalə həramı qəbul edirəm, kitab Allahın tərəfindən gəlibdir, Peyğəmbər Allahın tərəfindən gəlibdir, ölümü qəbul edirəm, dirilikdə qiyaməti qəbul edirəm. Bunları desəm, bu mömin olarmı? Deyir, mömin olar. Ya, belə bir sadə sual, əlbəttə çox mühümdür. Bunlar, hər halda belə bir kitabla qarşı-qarşı yox, çox ciddi bir kitabdır. İslam deyil, qətən İslam deyil.
müsəlmanlardan bir neçəsinin düşüncəsidir bəzi məsələlərə görə. Beləliklə bu günü başa çatdıq. Allaha şükür olsun ki, bu günləri bizə bu imkanı verdi. Bu kitabları gördük və tanış olduq.